Salam, sabahınız xeyir olsun. Sizin də sabahınız xeyir olsun. Saat neçədə dediniz? Yenə onda. Aha, şənbə günləri tam fərqli bir saatda. Saat 10:30-da bütün Tac Show tamaşaçılarını ekran qarşısına çox yaxın əyləşmələrini istəyirik. Çünki xanımlar, bugün sizin gününüz olacaq. Soruşsaz niyə? Anonslardan artıq məlum olub. Ancaq mən istəyirəm tam ətraflı, birinci günümüz olduğu üçün tam ətraflı deyim. Bugün əgər evinizdə sizə artıq sizin belə deyək də gözünüz yorulubsa, əşyalardan doymusunuzsa və ya istəyirsinizsə ətrafınız çox gözəl olsun. Bir sözlə, özünüz əgər öz evinizin rəssamı olmaq istəyirsinizsə, onda hər şənbə bizi izləyin. Çünki burada çox gözəl əl işlərimiz olacaq. Qonaqlarımız sizin üçün çox gözəl. Sizin artıq istifadə etmədiyiniz əşyaları necə dəyərləndirmək lazımdır? Onları necə gözəlləşdirmək olar? Bax, bunların hamısını dəvət etdiyimiz hər şənbə qonaqlarımız deyəcək. Bundan əlavə bizim dəb rubrikamız olacaq, bağban rubrikamız olacaq, ancaq irəliləyən dəqiqələrimizdə. Qonaqlarımıza keçməzdən əvvəl, bəlkə sizin də elə bir əşyanız var ki, onu dəyərləndirmək istəyirsiniz, bilmirsiniz, nəyi necə edəsiz, buyurub bizə qoşula bilərsiniz. Bunun üçün 022-264-12-12 nömrəsi aktiv və bütün Tac Show tamaşaçıların ixtiyarındadır. Arzu edən tamaşaçılarımız buyurub canlı yayımıza qoşula bilərlər. E-mail poçt ünvanımız isə dəyişməzdir. tacshow@kpstv.az vasitəsilə yeniliklərimizi, anonslarımızı izləyə bilərsiniz. Fikirlərinizi yazıla bilərsiniz. Əgər verilişimizə dəvət olmaq istəyirsinizsə, gəlmək istəyirsinizsə, sizin də gözəl əl işləriniz varsa, bax burada bizimlə qonaq olub bütün tamaşaçılarımızla paylaşa bilərsiniz. Xanımlar, bəli, bugün sizin gününüzdür. Ona görə də deyirəm elə, həm ətrafınız gözəl olmalıdır, həm də özünüz. Özünüzün gözəl olmanız üçünsə, Farmona kosmetik firması bütün xanımları, hər yaşda olan xanımları fikirləşib. Bax, burada gördüyünüz kosmetikalarda İstifadə etsəz doğrudan da daha gözəl olacaqsınız. Polşa istehsalı olan bu Farmona kosmetik firmasının Azərbaycanda rəsmi distributoru AMC şirkətidir. Tərkibində bəs nələr var? Saç tökülməyin qarşısını almaq üçün şampunlar, ampulalar, quru saçlar, yağlı saçlar, kəpəkli saçlar üçün xüsusi bitkilərdən hazırlanmış şampunlar, üzü dərindən təmizləmək üçün toniklər, gözaltı qırışları, üzdə olan qırışları, əllərdə olan qırışları xüsusi təsir göstərən qəşəng, gözəl kremləri var. Ayaqda olan pis qoxunu aradan götürmək üçün bax burada gözəl vasitələr var. Sonra həmişə bizim tamaşaçılar, kosmetoloqumuz burada olanda ən çox şikayətləri belə olurdu ki, üzümüzdə çivzələr və ləkələr var. Bunlardan necə canımızı qurtara bilərik? Bax, Farmona kosmetikasının istehsalı olan bu kremlərdən alıb istifadə etsəz, heç bir şikayətiniz olmayacaq. Əlaqə saxlamaq üçün, əlavə məlumat almaq üçün, sifariş etmək üçünsə bu nömrələrə müraciət edə bilərsiniz. 055-671-67-54, 070-244-08-15, 022-255-14-11. Bir də nəzərinizə çatdırım ki, Farmona kosmetik firmasının məhsulları Azərbaycanın bütün bölgələrinə çatdırılır. Çatdırılması isə pulsuzdur. Deyirəm, vaxt itirməyək, keçək bizim qonaqlarımıza və başlayaq bizim mövzumuza. Çünki elə mən özüm də çox səbirsiz olmuşam. Çünki burada elə gözəlliklər görürəm ki, istəyirəm ki, onları necə hazırlayıblar, necə işləyiblər. Doğrudan da bir rəssam zövqü ilə işləyiblər. Hər kəs də mən fikirləşirəm ki, bax, belə bir əşyalar hazırlaya bilər. Sadəcə kiçik bir ipucu lazımdır ki, həmin kiçik bir ip ucunu da yəqin ki, bugün bizim qonaqlarımız deyəcək. Qonaqlarımızdan biri Sərəncam Ələkbərova, Gəncə Dövlət Universitetinin müəllimi, bacarıqlı, çox bacarıqlı xanım. Sabahınız xeyir olsun, Sərəncam xanım. Yeni mövsümdə sizi görmək çox xoşdur. Hər zaman ehtiyacımız var. Çünki doğrudan da o qədər gözəl əşyalar hazırlayırsınız ki, o qədər gözəl aksesuarlar hazırlayırsınız ki, mən fikirləşirəm ki,
heç bir aksesuar mağazasına gedib bir şey almağa ehtiyac yoxdur, hə? Bəli, çox sağ olun. Mən də sizi təbrik edirəm yeni iş münasibəti ilə. Uğurlu olsun işləriniz. Düz deyirsiniz, indi veriliş əsnasında mən o haqda danışacağım da dediyiniz kimi. İnşallah ikinci qonağımız isə bizim bir balaca nə idi? Gənc xanımımız var ki, onun da çox gözəl əl işləri var ki, hansı ki bugün həm öz əl işlərini gətirib, həm də yəqin ki burada nəysə bir şey hazırlayacaq. Şəlalə Qurbanova bacarıqlı bizim gənc xanımımız. Sabahın xeyir Şəlalə, necəsən? Çox sağ olun, yaxşı. Təşəkkür eləyirəm. Və üçüncü xanımımız Evdar xanımdır. Onun da çox gözəl əl işləri var. Ona görə üçüncü təqdim etdim ki, xanımın sujeti olacaqdır. Təqdimatdan sonra sujetini də izləyəcəyik. Gülnarə Sadıqova, gözəl, fərasətli Evdar xanım. Sabahınız xeyir olsun Gülnarə xanım. Sabahınız. Elə qeyd etdiyim kimi sujetimiz var. Gəlsin Gülnarə xanımın sujeti, sonra isə davam eləyərik. Deyirlər, hər kəs öz evinin rəssamıdır. Evinin rəssamı olan Gülnarə xanım da evini öz əl işləri ilə bəzəyir. Dəbi keçmiş, dəyişiklik tələb edən geyimlərə öz zövqü ilə bəzəklər edən Gülnarə xanım bu iş üçün həvəs və bacarığın olmasını şərt bilir. Əlinizə sağlıq. Deməli, mövzumuza davam etməzdən əvvəl mən Ağ Çiçəyim Gül Salonuna təşəkkür edirəm ki, hər gün bizim üçün studiyamıza gözəl, təzə, tər çiçəklər gətirirlər. Siz də xüsusi mərasimlərdə sevdiyiniz insanlara əgər belə gözəl çiçəklər hədiyyə etmək istəyirsinizsə, onda məhz Ağ Çiçəyim Gül Salonuna müraciət edə bilərsiniz. Ağ Çiçəyim Gül Salonunun ünvanı isə Gəncə şəhəri Şeyx Bahaddin 35-də yerləşir. Mən həmişə fikirləşirdim ki, nəysə Evdar xanımların həmişə biraz boş vaxtı olur və boşluqdan əyləşdikləri yerdə onların ətrafı artıq onlara siz necə çox gəlir, bezirlər baxmaqdan və qalxırlar, o qədər boş zamanları olur ki, həmin əşyaları dəyişməyə çalışırlar. Yerlərini dəyişirlər və ya onların görkəmlərini dəyişirlər, yəni vaxtları çox olduğundan. Ancaq Sərancan xanıma baxanda görürsən ki, bu qədər işin qabağında, yəni siz Evdar xanım deyilsiniz, işgüzar bir xanımsınız, ancaq o qədər gözəl əl işləriniz var ki, baxdıqca doymaq olmur. İndi sizin əl işlərinizə baxanda insana elə gəlir ki, yəni bu hazır bir şeydir. Düzdür, hazır bir şey deyirik, ancaq hazır olan əşyaların üzərində də bir insan əməyi, insan gözünün nuru olur. Sərancan xanım, bax, bu işlədiyiniz işlərdən danışaq və bütün xanımlar, yəni sizin bu ərsəyə gətirdiyiniz adi bir boşqablar deyək, adi bir armudu stəkan deyək, bunların üzərində, bax, belə işləyib, belə gözəl bir istifadə etmək üçün öz evlərində aksesuarlar hazırlaya bilər, yoxsa yox? Bəli, çox düzgün deyirsiniz. Mən elə başa düşürəm ki, hər bir evdar qadını da olsa, iş qadını da olsa, insanın öz rəssamlığı olmalıdır. Rəssamlıq o demək deyildir ki, hər bir insan rəssamlıq məktəbini bitirməlidir. O bir fitri istedaddır. Hər bir insan rənglərin uyumluluğunu bilməlidir. Hansı rənglərdən hansı rənglər tutuşur. Sonra bir bəzək vermək olmalıdır insanlarda. Məsələn, hər bir evdar qadın bilməlidir ki, evində pərdəsi köhnəlibdirsə, bu indi şərt o deyil ki, gedib təzəsini alıb gətirə bilər, onun imkanı çatır. Amma o çox köhnəlməyibdir. Sadəcə olaraq dəbi gedib, modu gedib. Onu kəsib bir başqa cür stilə yeniləşdirmək olar. Hər bir qadın bunu bacarır. Siz çox düzgün dediniz. Məsələn, mən burada bir boşqaf işləmişəm. Bu adi bir ağ boşqafdır. Hamının evində köhnədən o qədər bəzəklər yox idi. Bunu hamımız bilirik. İndi məsələn, hər yerə açılıb ticarət əlaqələri, hər cür boşqaflara, hər cür stəkanlara rast gəlirik. Amma bu, belə bir şeyləri insan öz əlindən çıxardıb, dəyərləndirəndə daha qiymətli olur. Mən məsələn bir hədiyyə üçün, mən bütün qadınlara bunu tövsiyə eləyirəm. Tutalım ki, harasa gedəndə əl işləri bir başqa şeydir. Əl əməyi, göz nuru. Göz nuru. Biz bu qədimdən də belə qalıbdır.
Belə bir şey hədiyyə şəxsən məsələn mənim üçün eləsələr, mən o mağazadan alınmış ən qiymətli hədiyyədən belə bunu üstün bilirəm ki, bu buna vaxtını sərf edib. Biz deyirik, vaxt qızıldır. Hər bir insanın vaxtı qızıldır. Heç kim deməsin ki, belə şeylər boşluqdan əmələ gəlir. Vaxtı çatır, yaxud iş görməyə bir əyləncə tapmır, bunları eləyir. Bu belə deyil. Siz çox düzgün vurğuladınız ki, məsələn, mən bütün işlərdə, bütün sahələrdə hər bir işi görməyimə baxmayaraq bunlara da vaxt ayıra bilirəm. Bax, bunlara vaxt ayırmaq üçün insana nə lazımdır? Yəni, siz dediniz, rəngləri seçməkdir, yəni biraz rəssamlıq qabiliyyəti, indi sizin doğrudan da hazırladığınız əşyalara baxanda, burada zərgar incəliyi ilə işləmisiniz belə götürəndə. Ancaq, bax, bir insan üçün nə lazımdır ki, bunu etsin, bunu yaratsın? Yəni, hər bir insan rəssam deyil. Mən elə başa düşürəm ki, bir insan üçün bunu etmək üçün zevq lazımdır birinci növbədə. Həvəs lazımdır, o işi yaratmaq, yaradıcılıq lazımdır. Bəzi insanlar var, onu düzdür, istəyir, yaratmaq istəyir, amma onu bacara bilmir. Birinci növbədə yaradıcılıq üçün insanda hər hansı bir Allah tərəfindən verilmiş qabiliyyət olmalıdır. Vergi deyirik də, biz deyirik ki, elə bir Allah tərəfindən verilmiş vergi kimi. Sonra da sözsüz ki, finansıvı pul lazımdır. Misal üçün, bunların kraskasıdır, hamısı çətin tapılan şeylərdir. Həvəs lazımdır bir sözlə insanlarda. Boş, mən belə pis çıxmasın, qabaqcadan demək istəmirəm. Bütün qadınlara bunu arzulayıram ki, boş vaxtlarını itirməsinlər. Telefonla danışmaqla, başqa bir qeybət eləməklə, boş gəzintilərlə. Bunları sözsüz ki, mən gəzib tapıram. Gəzin, amma gəzdiyinizi də səmərələndirmək lazımdır ki, haradasa belə bir zövqlü bir şey alınsın. Yəni, ən azından biri var ki, fikirləşib tapasan, biri də var ki, artıq hazıra nazir burada bizim aksesuarlarımız var ki, indi bu dəqiqə bizə baxan tamaşaçılarımız da verilişdən sonra, indi istirahət günləridir, artıq 5 gün işləyən xanımlar evdədirlər. Şənbə günü və bazar günü qarşımızda var. Ən azından bir dənə aksesuar hazırlamağa bizim vaxtımız olur. Bəs insanın özünə necə təsir bağışlayır? Bax bu. İnsana necə təsir edir belə bir işlərlə məşğul olanda? Çox düzgün deyirsiniz. Məsələn, mən fikirləşirəm, həmişə üzr istəyirəm. Bəzi insanlar deyir, aptekə gedirəm, gecə yata bilmirəm, nervi dərman almağa gedirəm, sinir dərman almağa gedirəm. Mən gülürəm, deyirəm ki, mən nervi dərmanlarımı aparıb kraskaya vermişəm, muncuğa vermişəm, ipə vermişəm. Çünki mən onlardan işlədikcə daha da çox rahatlaşıram, özümü daha rahat hiss edirəm, əhval-ruhiyyəm düzəlir, çiçəyə baxıram, daha da gözəl zövq alıram. Bu demək olar ki, qadınlar üçün bir nevi bir sinir dərmanlarıdır bu işlər. İnsana rahat necə deyirsə, rahatlaşdırır, əsəblərini sakitləşdirir. Bəli, bəli. Biz bu kiçik hansı ki pik nöqtələri var, bunları çatdıracaq. İndi söhbət ondan getmir ki, tam belə bir rəssam qabiliyyəti ilə gözəl bir əşya hazırlayasınız. Ancaq yəqin ki, bunun bir asan ipucu da var ki, Sərəncam xanım bu günləri bizim tamaşaçılarımıza məsləhət verəcək. Nəinki əşyaları. Bugün biz burada bizim köhnə geyimlərimizi də dəyərləndirəcəyik ki, adətən haradasa belə mütəxəssislər deyirlər ki, qarderobda bir dənə bizim dəbdə olan paltarımız olsa yetərli olar. Bu demək deyil ki, əgər bu geyimlər dəbdən düşübsə, biz artıq bunu qarderobumuzdan çıxarmalıyıq. Yox, bunu dəyərləndirmək lazımdır. Bunu dəyərləndirmək üçün də artıq Sərəncam xanım hazır vəziyyətdə dayanıb. Nəysə bir çantadır, hə Sərəncam xanım? Məsələn, evdə uşaqlarımızın, özümüzün giydiyimiz o qədər köhnə əşyalarımız var ki, gödəlirmi, yaxud rəngi solurmu? Məsələn, bu adi cinsdir. Cins yubqanı, məsələn, mən sökmüşəm. Üstündə belə ayaqqabı, corab şəkilləri, kapron corablarımı bunun içinə yığıram. Həm səliqəli, görsənmir, ağzı seplə asıram qarderobumda. Məsələn, bunun nəyi pisdir? Çox gözəl, zevqli bir şeydir. Bilirəm ki, məsələn, bunun içində nə var? Corablarımı, məsələn, bunun içinə yerləşdirirəm. Ona görə də ayaqqab şəkillər çox gözəl. Bəli, üzərində, məsələn, belə düzəltmişəm. Onun içinə həm rəngi gözəldir, həm bir toz girməz, həm, məsələn, corablarımın hamısını yerləşdirirəm bunun içinə. Rahatdır,
həmi görsənmir, udobludur. Axtaranda da bilirəm ki, hamısı bunun içində Hə, yığılıbdır. sonra da bir corab axtarıb tapmaq üçün bütün bizim dolabı dağıtmağa ehtiyacımız yoxdur, olmayacaq. bəli. Elə yubqadan söz düşmüşkən, əgər yubqanı siz kəsib belə bir gözəl çanta, corab çantası hazırlamaq istəyirsinizsə, Heç ona pul onun lazım deyil. arxasında olan cibini də dəyərləndirə bilərsiniz. Bir məsləhət də mən verim. Bax, həmişə biz telefonlarımızı qoyuruq ki, hardasa zaryadka toplasın. Bunun üçün düşür. Ona görə də həmin götürürük yubqanımı, ətəyimmi, sonra şalvarımı, cibini, ona bir qulp qoymaqla asırıq bizim telefonu hardasa qoyacağıq ki, zaryadka toplasın, həmin yerdən telefon da onun içərisinə. Nə düşmək ehtimalı yoxdur, nə də qırılmaq ehtimalı yoxdur. Məsələn, mətbəxdən assalar daha düzgün olar. Qadınlar iş gördüyü vaxtı, məsələn, mətbəxdə bir dənə kisə kimi tikib onu assalar daha gözəl olar. Siz çox düzgün irəli sürdünüz, maraqlıdır. Gülnarə xanım, bəs siz boş vaxtınızı, evdar xanımsınız, sizin daha çox vaxtınız olur. Ən çox nəyə vaxt itirirsiniz? Necə dəyərləndirirsiniz? Belə deyək, itirmək də deyil, vaxtınızı necə dəyərləndirirsiniz? Yox, bu itirmək deyil, bu həvəsdir. Sadəcə həvəsdir. Hansısa bir məktəb keçmisinizmi, yoxsa elə... Oxumuşam, bəli, oxumuşam. Yəni, mütləq şərtdirmi? Bax, özünün ətrafında lazım olmayan əşyaları dəyərləndirmək üçün bir məktəb keçmək. Yox, prosta sadəcə həvəs. İşi gördün, qutardın, oturmuşsan, baxırsan, evdə nə var? Yəni, geyinilmir bu paltarda. Çox, uşaqlar bunu geyinmir. Götürürəm, bunu bir ayrı cürə düzəldirəm. Uşaq məktəbdən gələnə kimi görür ki, bu ayrı bir ya koftadımı, ya nəsə bir şalvardımı bir ayrı cürədir. Başlayır onu bir də geyinməyə. Tullanqı biz heç nə tullanmırıq. Yəni, ən çox geyimlərin üzərində dəyişiklik edirsiniz, yoxsa? Geyimlərin də üzərində eləyirəm, nə bilim, aksesuarlar da qayıram. Bir sadə dondu, baxıram sadədir. Ona bir kəmər düzəldirəm. Adi bir, məsəl üçün, şampan butulkasından çıxan kəmərdir. Görürəm, bu tullanqıdır da, tullanılır bu. Amma mən onu götürüb bəzəyirəm, kəmər eləyirəm. Donun üstünə aksesuar. Don olur, veçerni don olur bir ayrı cürə, bir ayrı fasonda. Yəni, gecə geyimini, yəni ki, adi bir geyimə adi bir geyimə aksesuar verirəm, olur gözəl bir paltar. Geyinin gedin. Gözəl. Sərəncam xanımın da burada əl işləri var ki, hansı ki, gözəl bir köynək hazırlayıb, bir də şalvar hazırlamışsınız. Görsənir oradan. Onun üzərində də boyalardan istifadə etmişsiniz, yoxsa necə? Bunun üzərində olan boyanı əvvəlcə rəssamlıq lazımdır. Məsələn, mən əvvəlcə onların şəklini çəkmişəm. Qara qələmlə şəklini cizirsən ki, məsələn, trafaret kimi şəkili düşsün. Ondan sonra parçalar üçün kraskalar var. Sırf parça üçün, yəni bu rəsm kraskası deyil. Həmin kraskalardan onun üzərində işləyirsən. Yəni yuduqda bu boyalar... Yoxsa ütülürsən, onlar giyinilmiş paltarlarımdır, mən gətirmişəm. Dağılmır, fasiləmiz var. Fasilədən sonra artıq bu əşyaları necə hazırlamaq lazımdır, xanımlar burada göstərəcəklər. Çox sağ olun uşaqlar, təşəkkür edirəm. Deyirəm artıq rəsmiyyəti qoyaq kənara, keçək necə hazırlamaq da onları. Elə burada yığmışıq bizim gözəl əşyaları təqdim eləyəcək, ancaq bilməyəcəklər ki, tamaşaçılarımız bunları necə hazırlamaq lazımdır. Bizim də məqsədimiz əsas odur ki, nədən nəyi necə hazırlamaq lazımdır. Şəlalənin əl işi ilə deyirəm, davam eləyək. Saç rezinləri də, hə, olar? Bəli. Nə hazırlayırsan saç rezinlərindən? Tək qolbaqları yoxsa? Tək qolbaqlar. Necə hazırlayırsan Şəlalə?
Hə, göstərə bilərsən. Görək, baxaq, görək necə hazırlayırsan. Hər geyimimizə uyğun biz sevirik ki, nəysə bir aksesuar istifadə eləyək. Bunun üçün də çox pul xərcləməyə ehtiyac yoxdur. Mən elə gəlir ki, çox ucuz alınan rezinlərdir, rəngbərəng alırsan. Həm də orada nədən istifadə edirsən Şəlalə? Orada iynədən, filandan istifadə etmək. Yox, qarmaqdan. Aha, qarmaq vasitəsilə xüsusi qarmaqlardır onlar. Bəli, onlarla bir Satışda yerdə var satılır. yəni. Bəli. Aha, yəqin ki, ən çox bizim kiçik evladlarımız istifadə edən bir aksesuar olar ki, rəngbərəng hazırlayırıq onların hər paltarına uyğun. Həm onlar üçün xoş olur, həm də ki, daha bizdən heç bir şey istəməyəcəklər ki, mağazada gördükləri o əl-əlvan aksesuarları alaq, paltarları ilə bərabər taxsınlar. Hər Şəlalə, birinci necə başlayırıq, zəhmət olmasa göstər. Birinci rezinləri götürürük. Aha. 8 formasında taxırıq. Hı -hı. Sonra o bir digər rezinləri belə sadə keçiririk. Sonra qarmaq vasitəsilə bunları üstə atırıq. Sonra belə davam edirik. Axırda da o birisi qarmağı bağlayırıq, qolbaq alınır. Hə, necə bağlayırıq? Yəni onu ardıcıl olaraq bu qayda ilə gedirik. Bəs bizim o toxuduğumuz hansı ki orada rezin var, o qarmağın üzərində qalmaq şərti ilədir. Bəli. Yenisini bəs necə o yenidən edəcəyini də bir dəfə də göstər zəhmət olmasa. Bir də yenə həmin qayda ilə eyni qayda ilə o qarmaq, yəni əlinizdəki qarmaq dolur, hə? Bəli. Yox, əlinizdəki hansı ki tutmusunuz. Hə, uzun olur. Aha, sonuna bitənə qədər, bəs sonra onu necə çıxarır? Onu da deyirəm belə eləyək. Sən boş oturma, yavaş-yavaş onu toxu. Toxuma qaydası adi o satışda olan qarmaqdır və hansı ki xüsusi bir əşya var ki sənin əlində. Əvvəl rezini onun üzərinə 8 formasında keçiririk. Sonra düz. İkincini uca düz. İkinci düz qalır, bir ədədi düz qalır, yoxsa necə? Bir ədədi düz qalır. Sonra altdakından çıxardırıq üstə. Sonra həmin qaydada yenə düz salırıq, yenə çıxarırıq. Deyirəm 100 deməkdən bir görmək yaxşıdır. Arada bir gərək Şəlalənin əlini göstərək. Çünki baxanda daha tez götürmək olur. Özdə işi bacaran insan elə fərz edir ki, hər kəs onu bacara bilər. O qədər asan gəlir ki, burada nə var ki? Sadəcə biraz hövsələ, səbir lazımdır ki, səbirlə onu işləyəsən. Şəlalə qolbağını hörməyə başlayır. Sonunda yenə də biz necə edir onu göstərəcəyik. Ancaq əvvəldən 2 ədədi mən gördüm ki, 8 formasında edir. Sonra isə bir tək düz olacaq. Belə davamlı yenə də göstərəcəyik. Əgər maraqlıdırsa, buyurub zəng vurub Şəlaləyə suallarınızı verə bilərsiniz. Əlimizin altında ən çox bizə lazım olan nələrdir? Kosmetikamızı yığmaq üçün çantalar. Doğrudan da bax siz bugün o qədər gözəl bir fikir söylədiniz ki, hansı ki mən kiçik uşaqlar üçün belə corab asmaq üçün çantalar görmüşdüm, ancaq özüm üçün heç fikirləşməmişdim. Mən də sevirəm. Bax, burada gördüyünüz bundan neçə dəfədə qeyd edirik, öz əl işlərimizi, yəni öz zövqümüzə uyğun. Ola bilsin ki, bir neçə satışda olan bir şeylər almışıq, o da artıq çatdıra bilməmişik hazırlamaq üçün. Ancaq hər şənbə hazırladığımız hansısa bir əşyanı burada dəyərləndirəcəyik və axırda burada hamısı öz əlimizdən çıxan əşyalar olacaq. Bax, nədir o, əlinizə sunmuşsunuz, yenə də çox gözəldir. Ümumiyyətlə, siz bərbəzəyi deyəsən daha çox sevirsiniz. Doğrudan gözəldir. Bərbəzək dediyiniz elə bir şeydir ki, görürsünüz, deyirsiniz ki, bərbəzək. Bu bərbəzəksiz, zövqsüz insan necə yaşaya bilər? Gözəl bir şey görəndə hamımız ona diqqətlə baxırıq. Rəssamlıq nə deməkdir? Gözəllik deməkdir. Yaradıcılıq nə deməkdir? Gözəl şey yaratmaqdır. Adicə meyvələri vazıya düzəndə onu elə düzərsən ki, istər-istəməz adamın ondan xoşu gəlsin. Elə də düzə bilərsən ki, heç o yeməli də olsa adam ona baxmaq istəmir. Sərancan xanım verilişdə olanda adi bizim hazırladığımız o kokteylin gözəlliyini, sonra kokteylin adi bir bərabər bölünməsi o qədər gözəl dəyərləndirir ki, inandırım sizi burada efirdə olanda heç bir şeyi səhv etməyə çalışmırıq. Çünki ölçülərdir, diqqətdir, gözəllikdir, hamısını bunların nəzərə alırıq ki, gələndə nəysə bir irad tutmasın ki, nəyinsə yeri dəyişməsin, ancaq doğrudan da lazımdır. Çünki gözün yorulmaması üçün əşyalarımızı dəyişmək lazımdır. Ətrafımızda olan əşyaları dəyişib yeniləşdirəndə
də insan özü də elə bir yeniləşir. Aha, Bu çox bir gözəl bir şeydir. Nə mənada? Siz fikir versəniz bu kaşilyokdur. Hər bir tərəfi bunun kaşilyokdur. Pullarını bura yığırsan. Bax bu tam özünüz biçib, tikib Bəli, hazırlamısınız. bəli. Mən siz bilirsiniz ki, dərziliyi bilirəm. İxtisasım odur. Mən tikiş və trikotaj texnologiya universitetini bitirmişəm. Hə, buna baxmayaraq özüm işlədiyim sahədə də rəssamlıq üzrə işləyirəm. Hə, buna görə məsələn mən bunu özüm biçmişəm, tikmişəm. Sonra məsələn bunu bir yerə gedəndə bir çanta, böyük şeylər götürməyə ehtiyac yoxdur. Bir dənə bunu əlimə götürürəm, hər şey bunun içindədir. Nə mənada? Məsələn, bura xırda pullar qoyuram avtobusa, iri pullar da qoymaq olar. Bu məsələn kaşilyok kimi istifadə olunur. Ağzı seplidir, sep qoymuşam. Məsələn, burasına istəyirsən, indi kosmetikanı çox xoşlayan xanımlar, onu xoşlamayan xanım yoxdur. Güzgünü qoya bilərsən, əl telefonunu qoya bilərsən. Balaca bir çanta kimi bunu istifadə edirsən və qulpu da var. Belə də tutursan bunu belə özünə götürə bilərsən. Aha, əla, görünüşü çox gözəldir. Yəni nəinki görünüşü, hətta istifadəsi də keyfiyyətlidir. Mən fikirləşirəm ki, buradan nə pul düşə bilər, nə də bizim istifadə etdiyimiz hansı ki özümüzlə aparacaq olduğumuz kosmetikalarımız. Ancaq necə hazırlanır? Parçanı götürdük. Parçanı götürürük, buna əvvəlcə ülgü hazırlayırıq. Balığın ülgüsündə, yəni bir dənə burada yumurusunu, bir dənə də belə avalni bir şey, burada belə düzəldirsən. Ondan sonra başlayırsan tikişlə, kənarlarını tikirsən, sep yerini qoyursan, hazır qalır. O biri üzü də bunun astardır, bu biri üzü, hər iki üzü astardır, atlasdır. Sonra düz üzüdə də, yəni həm tərsi, həm də düzü atlasdır. Eyni atlasdır. Yaşıl rəng məsələn bizim müsəlmanın ən gözəl rəngi olduğu üçün mən yaşıl rəngə daha üstünlük vermişəm. Həm də balıq yaşıl rəngdə olur. Siz bilirsiniz də dənizin altında o şibyələrin rəngdə olur, mamırların rəngində. Ona görə mən bunu yaşıl düzəltmişəm. Zövqünə uyğun hər kəs istədiyi rəngdə eləyə bilər. Sonra bunu tikişlə balığın formasında məsələn şəklini çəkirəm ki, məsələn haranı hansı rəngdə eləyəcəm. Həmin rənglərdən də pilələrlə, tikişlərlə bunun üzərinə tikirəm. Bax, Sərəncam xanım həm dərzilik qabiliyyəti var, həm rəssamlıq qabiliyyəti var. Hamısından da əlavə Sərəncam xanım zövqlü bir xanımdır. Yəni, bu demək deyil ki, hər kəs rəssam olmalıdır, hər kəs də dərziliyi bacarmalıdır. Deyil, bir kağızın üzərində elə bir parça götürə bilərsiniz ki, onun gözəl naxışları olsun. Sonra balıq şəklində kəsə bilərsiniz ki, çox gözəl, yəni mən elə bu formanı məsləhət görərdim ki, bax, burada bizim kiçik pullarımız, böyük pullar da qoymaq olar, yəni, və bizim kosmetikalarımızı, bax, bunun içəri hissəsinə qoya bilərik. Hə, telefonu da qoymaq olar. Yəni, bu demək deyil ki, siz tam, bax, burada istifadə olunan pilələrdən, muncuqlardan istifadə edəsiniz. Qalın bir tək üzlü həm materialdan istifadə oluna bilər, hə, Sərəncam xanım? Evdə hamımızda var, atılan parçalardan da eləmək var. Çünki onun üstü muncuqla örtülür, heç altı görsənmir. Gedib heç bunun ağzını bağlamaq üçün də sep almağa ehtiyacı yoxdur. Köhnə əşyalarımızdan dəyərləndiririk. Söküb, bax, belə bir gözəl aksesuar hazırlaya bilərik. Çox gözəldir. Mən fikirləşirəm ki, bunun üzərinə pilə ilə də bəzəmək o qədər çətin olmaz, hə? Yox, çətin deyil. Yəni, əli iynə sap tutan xanım bunu çox asanlıqla edə bilər. Çox gözəldir, çox bəyəndim. Doğrudan da burada mən özüm də yəqin ki, çox şeylər öyrənəcəm. Bugünə qədər fikirləşirdim ki, mən də əl qabiliyyəti olan hardasa xanımlardan biriyəm. Ancaq fikir çox gözəldir ki, fikir çox gözəldir ki, hansısa yeni bir fikirləri alasan, yəni ki, yeni bir əşyalar hazırlayasan. Çox sağ olun Sərəncam xanım. Sağ olun. Aha, Gülnara xanım, buyurun, söz sizindir. Belə deyək, bax, əyləşmişsiniz, hansısa bir əşyanı bəyənmirsiniz, hansı ki, ətrafınızda hər gün istifadə edirsiniz. Bax, onu, hansı əşya deyəndə, ən çox xanımların vaxtı harda gedir? Mətbəxdə. Bax, bir mətbəx əşyası deyə bilərsiniz və onu xanımlar necə dəyişə bilər? Çünki burada sizin düzdür, geyimləri gətirmişik, geyimlər üzərində etdiyiniz gözəl əl işləri var. Ancaq mən sujetdən də gördüm ki, siz mətbəxdə də çox fəal, aktiv xanımsınız və mətbəxdə də təmizliyi sevən, ətrafınızı gözəl sevən bir xanımsınız. Buyurun. Bəli, mətbəxdə özüm seçmişəm, özüm verdim. Aksesuarları da ki, özüm ruşno tikdim hamısını.
əl işidir. Bəli, özüm hamısını ruşnoy, muncuqlarla, köhnə kurucuvalarla. Yəni elə polkalar var ki, orada açıq yaxşı görsənmir. Ancaq gərək nədirsə bir aksesuar qoyasan ki, gözəl görsənsin. Dolabda olan adi bizim düyü qablarımız olur. Bəli, Adiyə nə deyirəm? Bunu gedib Biz bahalı tullamırıq. Aha. Tullamırıq. Düyü aldıq, qabı qəşəkdir, gözəldir. Ona bir aksesuar veririk, qoyuruq polkaya. Belə götürəndə heç gedib yəqin ki, düyünü almağa da, düyü əlbəttə alırıq, qablı düyü almağa da ehtiyac yoxdur. Yox. Adi bizim bağladığımız hansı ki, bankalar var, turşular edirik yəqin. Həmin bankaları da gözəl bir, hə, siz eləmisinizsə, hə, mən onda göstərim. Bax, burada, Aroma şişəsidir məsələn o. aha, bu hə, Bəli. bunu necə işləmişsiniz Sərancan xanım? Bunu mən, bunun adına dekupaj deyilir. Məsələn, dekupajdan istifadə eləmişəm. Əvvəlcə şüşəni götürürük. Şüşəni biz burada qrunt halına salırıq. Yəni örtürük üzərinə. Hansısa bir akvarella kraskasından. Ondan sonra bu adi salfetkadır. Salfetkalarla biz onun üstünü, məsələn, kleyi var. Kleylə bunu yapışdırıram. Ondan sonra üstünə də lak vururam. Özünün lakı var. İstəyirsiniz onu sürtün, setka ilə, suyun içində nə qədər ıslağa qoyun, onun nə rəngi getmir. Onun çayniklərini hazırlamışam, məsələn, mən orada qoyun, onun qazın üstünə nə rəngi getmir, nə solmur. Qazın üzərində biz bunu necə? O alüminium çaynikdir, adi alüminium çaynikdir. Adi alüminium, hə, dəm çaynikdir. Mən onu mətbəx üçün, içindən görərsiniz ki, qapağından ki, alüminium çaynikdir. İstifadə edirsiniz bunu mətbəxdə. Sərancan xanım, ümumiyyətlə sizin aldığınız əşya var evinizdə? Yoxsa alıb gətirib artıq dəyişirsiniz? Əşya alanda da mən, məsələn, əl işləri olan əşyalar alıram. Çox sevirəm əl işlərini, amma ailə əşyalarımız da olur, ona söz yoxdur. Əl işini sevdiyim üçün belə dəyərləndirməyə daha çox üstünlük verirəm. Necə gözəl. İndi biri var ki, özə biraz əl işləri olanda, hardasa, belə gözəl bəzəkli olanda biraz da qiyməti qalxır. Ona görə də əgər o qədər də pul xərcləmək istəmiriksə, doğrudan da bax bu cür dəyərləndirə bilərik. Bu çaydan ocağın üstündə istifadə olunduğuna görə mən başqa bir variant deyə bilmərəm. Çünki elə Sərancan xanımın söylədiyi variantda qalıram. Ancaq bax belə bir aksesuar butulka hazırlamaq üçün mətbəxdə bizim düyüdür, şəkərdir, çaydır, bunları istifadə etmək üçün balonlar var, 3 kiloluq bizim balonlar. də burada bir aksesuarımız var. İndi mən göstərəcəm. Burada da bir balonlara da eləmək olur. Siz dediyiniz kimi qənd qoyursan içinə, hə o parçadandır. Şəlalənin bu əl işidir. Yəni özü hazırlayıb. Bax belə bir parçadan lazımsız parçanı götürürük. Lazımsız parçadan nəinki lazımsız parça, həm də bizim geymədiyimiz paltarı kəsib bax bu cür hərəsini bir rəngdə eləyib ya böyük, kiçik götürüb belə dəyərləndirə bilərik. Yəni bir əşya hazırlamaq üçün yenə də qeyd edeyim ki, sadəcə onun ipucunu bilmək lazımdır. İndi biz Sərancan xanım sizi kimi orada götürüb fırça ilə gözəl bir rəsm əsəri, siz artıq bu işin o qədər peşəkarısınız ki. Onlar adi bir şeylərdir. Məsələn, gigiyenik cəhətdən biz bilirik ki, şüşə qablarda yediyimiz produktlar daha yaxşı qalır. Məsələn, düyüdür, vermişildir. Bunları şüşə qabda saxladıqca keyfiyyətini itirmir. Gigiyenik cəhətdən orqanizmiyə çox xeyirlidir. Ona görə mən o 3 litrlik balonların ağzı da geniş olduğu üçün sizin o göstərdiyiniz arama şüşələrini o şəkildə düzəldirəm, bankaları. Məsələn, üstünə qənd şəkili, vermişin şəkili çəkirəm. Məsələn, bilirəm ki, bu mətbəxdə istifadə olunan şeylərdir. Çox da gözəl görsənir, belə adama xoş gəlir. Adam həvəslə yemək pişirəndə də ona baxanda daha da həvəslənir. Mən elə başa düşürəm. Mətbəxdə bizim o qədər də görkəmli mebellərə ehtiyacımız yoxdur. Ancaq sadə bir mebelləri biz öz əl işlərimizlə o qədər gözəl bəziyə bilərik ki, artıq girən hər bir insana, necə deyə, valeh edə bilər. Mən deyirəm ki, elə gözəllikdən danışmışkən, Farmonaya da yaxın dayanmışkən, elə sponsorumuzu təqdim edeyim. Çünki xanımlar nəinki ətraflarını, hətta
da özlərini də həmişə gözəl görmək istəyirlər. Gözəl görünmək üçünsə həmişə diqqətli olmaq lazımdır. Diqqətli olmaq üçünsə mütləq ən gözəl kosmetik məhsullarını seçmək lazımdır. Daha fikirləşməyin, heç yerə getməyin, belə axtarmayın da. Farmona kosmetik məhsulları özü gəlib sizin ayağınıza. Polşa istehsalı olan bax bu Farmona kosmetik məhsullarının rəsmi, Azərbaycanda rəsmi distributoru AMC şirkətidir. Bəs tərkibində nələr var? İndi deyəcəm. Həmişə şikayət edirik ki, saçımız tökülür. Saç tökülməyin qarşısını almaq üçün şampunlar, ampulalar, quru saçlar, yağlı saçlar, kəpəkli saçlar üçün şampunlar var. Üzü dərindən təmizləmək üçün toniklər, gözaltı qırışları, üzdə olan qırışları, əldə olan qırışları aparmaq üçün yüksək keyfiyyətli, bitki tərkibli vasitələr var. Sonra üzdə yaranan ləkələri ən çox problem edirik özümüzə. Çivzələri tam aradan qaldırmaq üçün, müalicə etmək üçün bax buradakı kremlərdən istifadə edə bilərsiniz. Ayaqda pis qoxunu aradan qaldırmaq üçün siz bu kremlərdən istifadə etsəniz, bir müddətdən sonra görəcəksiniz ki, heç bir xoşa gəlməz ayağınızda qoxu yoxdur. Və Azərbaycanın bütün bölgələrinə Farmona kosmetik məhsullarının çatdırılma imkanı var və çatdırılması pulsuzdur. Əlavə məlumat almaq üçün, bu kosmetikaları sifariş etmək üçünsə 055 671 67 54 070 244 08 15 022 255 14 11 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Aha, deyirik gözəldir. Və mən məsləhət gördüm ki, haradasa sadə bir şeylər hazırlamaq olar. Ancaq elə xanımlar var ki, doğrudan da bacarırlar. Bunun üçün necə, nəyi etmək lazımdır Sərəncam xanım? Təkrar zəhmət olmasa, çünki mən özüm də qaldım bu çaydanda. Deməli, o çaynikı alırsınız, ayrı çayniklərdə çox ucuz qiymətədir, 1-2 manatdır onlar. Hər kəsin zirzəmisində də mən fikirləşirəm ki, ola bilər. Bəli, mən çoxsunu köhnə ev əşyalarından eləmişəm. Onu götürürsünüz, əvvəlcə onun üstünü şlifovka eləmək üçün də belə sığallamaq, sığal çəkmək üçün. Pas açandan onu əksinə coddaşdırırsınız. Coddaşdırırsınız, bəli. Sonra ona kraska vurursunuz, bir rəngdə kraska olmalıdır. Necə o aroma şüşəsində dediyim kimi salfetkanı sulayıb oraya yapışdırırsınız, üstünü də laklayırsınız. Adi bizim istifadə etdiyimiz... Yox, adi laklar deyil. Hansı laklar? Onlar oda davamlı olmalıdır. Məsələn, o oda davamlı hər bir mağazalarda satılır. Məsələn, Marshall firmasından götürə bilərsiniz. Türkiyənin yaxşı firmaları var. Mağazalarda desələr ki, məsələn, oda davamlı laklar hansılardır? Özləri məsələn. Bir gün quruduqdan sonra onu polunu istifadə etmək olur. Qazın üstünə qoyun, plitənin üstünə qoyun. Heç bir vaxtda o yanmır, solmur. Elə bir şirəli, matlı bir şey olur da. Aha, çox gözəl. Yəqin ki, bizim tamaşaçılarımız eşitdilər. Yəni, çox sadə bir... Hər şey zevqlə eləmək lazımdır. Bəli, alacağımız, mən fikirləşirəm ki, bir burada oldu bizim boya, bir də lak. Boyadakı bir qutu boya almış olsaq, onu nə qədər dəyərləndirə bilərik. Öz şəklinizi də vura bilərsiniz onun üstünə. Aa, necə? Yəni ki, adi bir şəklimizi... Adi şəklinizi printerdən çıxardırsınız. O printerdən çıxan nazik kağızla suda onu ısladırsınız, onun bir üzünü tərs üzünə yapışdırırsınız, o bir üzünü əlinizlə belə sığal çəkdikcə o tökülür onun üzü, qalır ancaq şəkliniz orada. Kağız tökülür də, o laklı üzü qalır. Yenə həmin qaydada üstünə lak çəkirsiniz, öz şəklinizi, uşağınızla, özünüzlə, nəvənizi, kim istəsəz qoya bilərsiniz. Deyirəm ki, yenə həftənin bir 5 günü, 6 günü evdə olmuruq, olmayanda da şəklimizi çaydanın üzərinə yapışdıraq, qoyaq ki, elə hər zaman mətbəx hamının ən çox olduğu yerdir. Evdə yaşayanların bizi elə hər saat görsünlər. Saatdır, məsələn, mən də öz şəklimi nəvəmlə eləmişəm, o evdədir, məsələn. Bura başqa gətir. Mən də baxıram ki, deyirəm, orada deyirsiniz ki, nəvəmlə öz şəklimdə, baxıram orada şəkildə. Evdə qaldı. Bu da adi boşqafdır. Adi boşqafın içini, məsələn, drenlə deşmişəm, onun içinə saat yerləşdirmişəm. Oldu saat. Hələ diril də lazımdır. Bəli. O şüşədir, hə? Adi şüşə boşqafdır. Şüşəni diril vasitəsilə deşəndə zədələnmir, yoxsa necə? Yox, onun da özünün sverloları var da. Hə.
elə xüsusi ucluqları Bəli. var ki, o asta-asta, Hə. yəni dəlik açır. Dəlik Sonra açırsan, bəs bəli. necə eləyirsiniz? Adi bir hazır saatdan Hazır saat deyil, saatın məsələn arxasıda hər yerdə bu satılır. hə, tək vəziyyətdə satılır, Tək hə? vəziyyətdə 50 qəpikdən 2 manata qədər qiyməti var. Sərəncam xanım necə Keyfiyyətsiz, gözəl, hər şeyin də keyfiyyətsiz. qiymətini deyir. Necə Mağazalarda, gözəl. bazarlarda var, hər yerdə var. İstəyirsiniz daha da keyfiyyətli olsun, məsələn 2 manat, 1 manat. İstəyirsiniz elə adi olsun, 40 qəpiyə də var, 50 qəpiyə də var. Gözümüz yorulan saatdan da çıxara bilərik. İndiki Bəli. saatlardan istifadə eləmək olar. Bir yekə Daha da boşqabı yaxşı. götürə bilərik belə. Bəli. Ay nə gözəl. Boşqab olmasın, məsələn adi bizdə taxtadan olsun, taxtanın üstündə belə gözəl bəziyirsiniz. Siz elə bilirsiniz, o satışda olan şeylərə baxırsınız, nə qədər gözəldir, alırsınız. Valla onlar keyfiyyətsiz olur. Bunu nə qədər saxlasanız, bu o qədər keyfiyyətli, bilirsiniz ki, kraskası keyfiyyətlidir, şəkili keyfiyyətlidir. İllərdən bu xarab olan şeydir, solan deyil. Günəş üzərinə vursun, məsələn, bu solmaz. Bu üzü görürsünüz, sığallıdır, adi boşqafdır, bu 4-3 boşqaf istəsəniz, yumru boşqafdan eləyə bilərsiniz. Arxa tərəfi də adi kraska ilə matıvı kraskalanıbdır. Küllü miqdarda gedirik, pul xərcləyirik, alırıq, gətiririk. Bəli, Bir heç müddətdən keyfiyyəti də sonra olmur. isə hələ keyfiyyət Sərəncam xanım qalsın bir tərəfə. Hələ bir müddətdən sonra baxırıq da gözümüz yorulur. Bəli. Ancaq məsələn heç siz bunun saatını çıxardıqdan sonra əlavə bir Başqa bir taxta şey mı istifadə edə deyim, bilərsiniz, aha, bəli. sonra başqa bir sizin yəqin hər gözünüz gördüyünüz bir şeyi elə tutursuz dəyişmək istəyirsiniz. Necə ilk girəndə studiyamıza baxdınız, burada Bəli. nələrisə fikirləşdiniz ki, hə bu əl işidir, bu yox alınmadı. Elə də yəqin evinizə. Bəli. Davam eləyəcəyik, ancaq bizim fasiləmiz var, fasilədən sonra. Ah gözlerim, o gözlerim beni benden alan, sislerin ardından ölü bakan. O sözlerin beni benden çalan, bir nehir misali kalbime akan. Asla vazgeçemem senden, asla olamam ben sensiz, yapamam kimsesiz. Asla, asla vazgeçemem senden, asla
Çox sağ olun uşaqlar. Bizim daimi tamaşaçılarımızın nəzərinə çatdıraq ki, Touch Show bəli, həftə içi hər gün saat 10-da olacaq 5-ci günə qədər. Şənbə günləri isə saat 10:30-da Touch Show-nu izləyə bilərsiniz. Və həmişə bizim daimi tamaşaçılarımız fikir verirsə, ən çox biz yeri gözəlliyə ayırırıq. Hardasa bütün insanların nəinki özləri gözəl olsun, hətta ətrafları gözəl olmaq üçün qonaqlar dəvət edirik. Mövzularımız bax bu tərəfdən olur. İndi baxacağınız da elə bizim rubrikamız gözəllikdən olacaq. O hamıdan gözəl olmaq istəyir. Bunu kim istəmir ki? Hər kəsin arzusudur. Ancaq bizim bu qəhrəmanımız daha da gözəl, hamıdan gözəl olmaq iddiasındadır. Bunu indi biz Tərzini Dəyişdə könülün təqdimatında izləyəcəyik, görək. Sonunda mütəxəssislərin sayəsində, köməyi sayəsində həmin qəhrəmanımız öz görkəmindən razı qalacaq, yoxsa yox? Gəlin birlikdə izləyək. Cəbiyeva xanım, 25 yaşı var, marketing meneceri işləyir. Bakıda ailəsi ilə qalır. Geyimdə qara və qəhvəyi rənglərə çox üstünlük versə də, bugün onu cins və sadə ağ köynəkdə görürük. İşi ilə əlaqədar özünə baxmağa vaxtının olmadığını deyir. Bu yaxınlarda başa düşdüm ki, başım işə çox qarışıb, biraz özümü unutmuşam. Xanım, geyim alarkən çox tərəddüd edirsən? Geyim alarkən demək, özümlə ən azı 3-4 dənə rəfiq yaparım. Bir-bir geyinirəm, onları yığıram izdivalkanın qabağına, yəni geyim dəyişmə otağına. Çıxıram və podium kimi göstərirəm. Yaraşdı, yaraşmadı. Yaraşdısa niyə yaraşdı, niyə bunu almalıyam? Mənfi və müsbət cəhətlərini toplayıram hamıdan. Səncə yanlış geyimi seçmək kimi problem hardan qaynaqlanır? Mənim problemim bitməyə tükənməyə bilmir. Mənim vaxt azlığımdan, mən demək olar ki, dəbdən geri qalmışam. Küçədə görürəm çox gözəl geyimli qızlar, amma bilmirəm o mənə geyim yaraşar, yaraşmaz. Hardan alıblar, təcrübə hardan toplanılıb onlardan. Belə bir fürsət düşdü mənə ki, bu verilişə müraciət elədim. Çox ümid edirəm ki, mən doğrudan dəyişiləcəm və artıq stil nə olan şeydə onu mən özümdə tapacağam. Kumirin var? Kumirim çoxdur. Daha çox xarici estradalardan, xarici Prinsessa Diana'nı çox xoşlayıram. O biraz bizim dövrümüzə uyğun deyildi ya. Daha çox Beyoncé, Shakira. Bəs dəyişimdən sonra özünü necə təsəvvür edirsən? Dəyişiklikdən sonra özümü çox şık, gözəl, qəşəng, baxımlı, zövqlü, hamıdan gözəl görmək istəyirəm və ümid edirəm ki, elə də olacaq. Nərgiz xanım, xanımla neçə vaxtı tanışsınız? Biz 3-4 illik tanışıq. O qədər də tərzinə geyinmir. Yəni sevmirəm, şəxsən mən bəyənmirəm. Çox adam da bəyənmir. Məsəl üçün alış-verişə gedirik, geyimləri bir-birinə uyğunlaşdıra bilmir. Bəs deyin görək, xanımı dəyişimdən sonra necə təsəvvür edirsiniz? Daha müasir, necə deyim, özünə əmin bir görüntü olsun. Yəni daha diqqət çəksin, yaxşı mənada diqqət çəksin. İştirakçımızı dinlədik. Elə isə xanımın tərzini dəyişək. Yollanırıq modelyerin yanına. O, artıq xanımı görüşün təyin olunduğu yerdə, yəni Baku Mall ticarət mərkəzində gözləyir. Söhbətdən bir daha aydın oldu ki, xanımın həqiqətən də özünə baxmağa həm vaxtı, həm də həvəsi olmayıb. Bəs görəsən Şəlalə xanım iştirakçımıza hansı tərz geyimləri məsləhət görəcək? Mən sevə-sevə kömək edərəm. Yəqin ki, özündən geyimlər gətirmirsən, hə? Biraz gətirmişəm, siz baxıram onlara, amma daha çox istəyərdim siz mənə mağazinə gedib, yəni göstərəsiniz nə ilə tutar, gələcək üçün. Olarmı? Əvvəlcə sənin öz geyimlərimə baxım, görüm necə geyimlər gətirmirsən, sonra mağazalarımıza müraciət edək, görüm oradan nə giyindirim. Amma əynindəki geyimi heç tamamlaya bilməmsən. Yəqin ki, geyim seçməyində zövqün zəifdir. Onda gedəsən əvvəlcə geyimlərimə baxaq, o zaman fikirlərimi daha aydın qeyd eləyər. Əbəs yerə deməyiblər ki, gözəlliyi 10-dur, 9-u dondu. Şəlalə xanım iştirakçımıza yeni tərz seçərək və ona yaraşan
ən aktual rəngləri və geyimləri məsləhət gördü. Donuma vəbşə baxmaq istəmirəm, gətirdiyin dona. Neysə, xoşuma gələn bir şey yoxdur. Ancaq bunları gətirmişsən də, hə? Yox, qadası. Təəssüf ki, heç birini xoşlamadım. Bəlkə gedək mağazinlərə müraciət edeyim, səni elə gəzər giyindirim. Olar mı? O zaman gedək mağazinləri gəzək. Bax, bu paltarın parçası çox xoşuma gəldi. Rəngi də xoşuma gəldi. Amma təz baxımdan sənə yaraşdırmadım, xanım. Əsl isti yay havalarını xatırladır, bax, bu geyimlər. Xanım, bu geyim mənim çox xoşuma gəldi. Yaxınlaş. Zənnimcə bu sənin əynivə də qəşəng olar. Yəni, həm material etibarından çox rahat bir geyimdir. Gündəlik üçün bunu çox, yəni, bu mağazində bunu seçdim. İndiki vəziyyətində saçım palyatkasız, üzüm palyatkasız, ayaqqabım buna getmədi. Ona görə biraz geyim gözümə, yəni 100% yaxşı oturmadı. Ayaqqab tərzini dəyişsək, biraz da simanın da, saç üslubunu dəyişsək, məncə rənginə çox vuruldum. Bax, mən gündəlik, yəni, gündəlik geyimlərdə cinsləri və belə bir sarıçkalara, baxın, materialı çox xoşuma gəldi. Bunun belə bir materiallar olan sarıçkalara çox üstünlük verirəm. Məncə, bu səni daha gözəl göstərdi. Sadə, rahat geyimdir məncə gündəlik üçün. Rəngi də çox xoşuma gəldi, amma deyim ki, kofta üçün bayıldım. Məncə gödək yubka da sənə çox gözəl yaraşır. Sadəcə buna ayaqqab tərzi uyğun getmədi. İstəyərdim ayaqqabını da dəyişsək daha maraqlı olar. Məncə bu sınqa daha gözəldir. Çox xoşuma gəldi, amma ayaqqabı seçmək yox. Ayaqqabı seçsək daha gözəl olar. Gündəlik üçün alçaq biraz tangetka kimi pazanuşkalar yaxşıdır, amma neysə hiss edirəm ki, özünü narahat hiss edirsən onun üstündə, hə? Düzdür? Hə, hiss elədim gəzişindən. Burada bir gözəl bir ayaqqabı da gördüm. Bəlkə onu da yoxlayaq. Mənim xoşuma gəldi. Özün necə? Özünü rahat hiss edirsən bu geyimdə? Hə, artıq hə. Modellerimiz bu ilin dəbinə uyğun olaraq sarı tonlara üstünlük verdi. Bəs ümumiyyətlə rənglərin mənaları haqqında nələr bilirik? Məsələn, elə sarı rəngin özü günəşin rəmzi olaraq insan əhval-ruhiyyəsini açır və pozitivlik bəxş edir. Bu rəng intellektin rəmzidir. Yaponiyada isə sarı rəng igidlik rəmzi kimi sayılır. Qeyd edək ki, eyni zamanda sözü gedən rəng özündə yumru da əks edir. Yaşıl rəng isə vizual görünüş üçün ən komfort rəng hesab olunur. Bu rəngdən ən çox bankirlər istifadə edir. Eyni zamanda İslamın rəmzi olmaqla yanaşı insana həm sakitlik, həm də rahatlıq bəxş edən bir rəngdir. Qırmızı rəngə gəldikdə isə, əgər qadın qırmızı geyinibsə, demək o diqqət mərkəzindədir. Xoşbəxtliyin rəmzi hesab olunan bu rəng digər rənglər arasında ən ehtiraslı rəng sayılır.
arada iştirakçımız xanımın kilo ilə bağlı problemləri də gözümüzdən yayınmadı. Baku Mall ticarət mərkəzində fitness zal da fəaliyyət göstərir və bu fürsət o fürsətdir deyib yollandıq məşqçi Anarın yanına. Anar müəllim, xanımın görünüşü ilə bağlı nə deyə bilərsiniz? Deməli, bu gün sizlə xanım sinə hərəkətləri işləyəcəyik, sinə əzələsinicə bərkilirik. Xanımların əksərində qəlbə problemli sinə düşülüyü, sinə aşağı düşülüyünə. Bu gün onu işləyəcəyik. Artıq xanım məşqə başlayıb və tez bir zamanda yorğun görünür. Deməli, bu gün sinə hərəkətlərini işlədik, yəni məmnun qaldınız bizdən. Allah qızım onu davam edəcək, gələn də inşallah gələn məşqlərimizə görüşərik. Bring the action. When you hear this in the club, you gotta turn the shit up. Xanımın dərisində bəzi problemləri görüb yollandıq kosmetoloq Sevinç xanımın yanına. Sevinç xanım, xanıma necə bir müalicə lazımdır? Qarışıq dəridir, T-zonavız, T nahiyəvi sizdə yağlıdır. Bu nahiyələr sizdə quruluğa meyillik var və ən pis ikinci xanımdır məndə bugünə dərisi həssasdır. Həssas dəridir sizdə. Çox maddələr siz istifadə edə bilməzsiniz. Çalışın, quru, həssas dəri üçün istifadə edin və yumaq, çalışın su sizin dərinizə az dəysin. İlk öncə üzün orta nahiyəsində düşkünlük var və az miqdarda asimetriya görünərək, yəni bir tərəfdə daha çox düşkünlükdür, nəinki o birisi tərəfdə. Öncə biz bir az miqdarda bu hissəni, orta hissəni biz dolğu edəcək və qaldığımız preparatı az miqdarda bu hissiyə. Sizə biz bugünləri gyaluron tərkibli, gyaluron turşusu heç bir ziyan olmayan bir maddədir. Sizin, bizim dərimizdə, hamının dərində o var. Müəyyən yaşı keçəndən sonra o orqanizmlə azalır və geri qayıtmır. Onu da biz o nahiyə yeridəndən sonra o problem aradan gedir və müəyyən qədər dəridən, orqanizmdən asılı olaraq 8 aydan 12 aya qədər bu orada qalır və öz effektini göstərir. Bring the action. When you hear this in the club, you gotta turn the shit up. You gotta turn the shit up. You gotta turn the shit up. Xanım, ümidvarıq ki, kosmetoloqumuzun məsləhətlərinə riayət edəcəksən. Növbəti mərhələdə isə gözəllik salonu Lady Şarma getməkdir. Burada bizə stilist və vizajist Rübabə xanım köməklik edəcək. Rübabə xanım, xanımın saçları gördüyünüz kimi qıvrımdır. Gündəlik istifadə üçün necə bir saç düzümü məsləhət görərsiniz? Biz hal-hazırda gündəlik saç düzümləri eləyirik. Deməli, bu saç düzümü də bizdə düz ukladqa olacaq. Yəni, düz ukladqa, buruqlar, havalı buruqlar, ziyafət üçün müxtəlif saç pirçoskaları, yenə də buruqlar, belə bir şeylər indi dəbdədir, yığımlar. Saçla işimiz bitdiyinə görə vizaja başlaya bilərik. Rübabə xanım, iştirakçımıza necə bir vizaj edəcəksiniz? Deməli, biz 3D makiyajı edirik. Bu da ondan irəli gəlir ki, qızın üzündə çatışmayan qüsurları örtürük biz. Deməli, o bunun fonlarıdır. Sifətində bütün fonlar eyni olsun deyə, yəni sifəti tamamlansın deyə üzündəki qüsurlar örtürük. Qadın hər yaşda özünə qulluq etməyi bacarmalıdır. Buyurun Rübabə xanımın məsləhətlərini dinləyin. Dodaqlarına tonal kremini vururuq ki, biz o çəkəndə, o pomada zat, dodaq boyası çəkəndə, o dodaq boyası nə qədər danışsa da, nə qədər müddət keçsə də, o dodaq boyası orada qalır. Budur, iştirakçımız hazırdır. This is a man's world now, but it won't mean nothing. Xanım, yeni tərzini bəyəndinmi? Özümdən çox məmnunam və mən özümü sevməyə başladım. Əsas fərq odur ki, mən artıq bildim stil nədir. Yəni, həm makiyajda, həm geyimdə, həm stildə, yəni onu mən neçə müddətdir artıq buradayam və xanımlar mənə bunu öyrədirlər. İstərsiniz o məlumatlar mənim beynimə dolu. Çox böyük təşəkkürümü bildirirəm sizin kanala Region TV-yə. Çox böyük təşəkkürümü bildirirəm Baku Mall Ticarət Mərkəzinə. Yəni ki, mən heç fikirləşməzdim ki, mən bu qədər çox qəşəng dəyişəcəm.
çalışıram. Çox xoşuma gəlir. Xanım əvvəllər özünə o qədər də diqqət eləmirdi. Yəni zövq baxımından bir-birinə nələrsə uyğunlaşdırmaq. Yəni də o qədər də baxımlı görünmürdü. İndi çox gözəl görünür. Təşəkkür edirəm sizin verişə. Yəni çox sevinirəm onun adına. Daha qəşəng görünür, zövqlü. Ürəyim açılır. Çünki belə bir qızdadır. Yəni indiki görkəmimi həmişə jurnallarda görmüşəm, başqa bir verilişlərdə və düşünməzdim ki, mən bu qədər dəyişəcəm. Məsləhət görürəm ki, həmişə belə davam eləsin, yəni bu tərzini qoruyub saxlasın. Man thinks about the little bitty baby girls and the baby boys. See, man makes them happy, 'cause man made them tall. Ümidvarıq ki, sənə verilən məsləhətləri dinləyib artıq özünə vaxt ayıracaqsan. Həmişə gözəllikdə. Bugünlük isə bu qədər. Növbəti verilişimizdə növbəti iştirakçımızla görüşənədək. Çox sağ olun uşaqlar, rubrikamızı izlədiniz. Bu sizin üçün də çox gözəl bir fürsət ola bilər ki, gözəl olmaq elə də çətin bir şey deyil. Sadəcə kiçik bir ipucu lazımdır ki, onu da hər şənbə tərzini dəyişdə izləyəcəksiniz. Bəli, tərzimizi dəyişə bilərik, ancaq gözəlliyimizi saxlamaq üçün həmişə keyfiyyətli bir məhsullardan istifadə etmək lazımdır. Keyfiyyətli məhsullar isə Farmonadadır. Polşa istehsalı olan Farmona kosmetik məhsullarını siz alsaz daha da gözəl ola bilərsiniz. Bax, burada sizin üzünüzü dərindən təmizləmək üçün toniklər, gözaltı, üzdə yaranan, əldə yaranan qırışları aradan qaldırmaq üçün kremlər var. Saçın tökülməyinin qarşısını almaq üçün şampunlar, ampulalar, quru saçlar, kəpəkli saçlar, yağlı saçlar üçün xüsusi şampunlar var ki, onları alıb istifadə etsəz, siz keyfiyyətini görəcəksiniz. Bir də hər zaman şikayət eləyirik ki, ayağımızdan pis qoxu gəlir. Bax, bu pis qoxuları da aradan tamamilə qaldırmaq istəyirsinizsə, xüsusi bitki tərkibli kremlər var ki, alıb istifadə etdikdən sonra siz onun keyfiyyətini, nəticəsini görəcəksiniz. Bir də xatırladım ki, Farmona kosmetik məhsulları Polşa istehsalıdır. Azərbaycanda isə rəsmi distribütoru AMC şirkətidir. Sifariş etmək üçün, əlavə məlumat almaq üçünsə bu nömrələrlə əlaqə saxlaya bilərsiniz. 055 671 67 54 070 244 08 15 022 255 14 11. Nəzərinizə çatdırım ki, Farmona kosmetik məhsulları Azərbaycanın bütün bölgələrinə çatdırılır və çatdırılması isə pulsuzdur. Gedin, alın, aldıqdan sonra, istifadə etdikdən sonra artıq keyfiyyətini görəcəksiniz. Və Günlara xanım, sizin burada geyimlərin üzərində etdiyiniz əl işləri var ki, hansı ki, yəqin ki, əvvəllər adi bir formada geyinmişsiniz, artıq həm gözünüz yorulub, həm də belə deyək də, istifadəsi sizi lazımsızdır, belə. Dəyişmişsiniz, necə dəyişmişsiniz? Mən bir-bir göstərim, əvvəl hansı vəziyyətdə olub, sonra hansı vəziyyətə gətirmişsiniz, nədən istifadə etmişsiniz, buyruq deyə bilərsiniz. Burada bizim bir üst geyimimiz var. Onun nə qolunda kurcuvası olub, nə yaxasında sadə koftaydı, adi sadə jilet idi. Evdə kurcuvalardan, köhnə bax broşkadır, köhnə koftadan qalan broşkadır. O broşka, kofta istifadəyə getmədi, itirdik, koftanı, broşkasını çıxartdım üstündən. Vurdum ona, kurcuvasını da bəzədim, elədim ayrı bir kofta. Sadə bir üst geyimini belə bir gözəl görkəmə gətirdiniz, ondan sonra bunun altından da yəqin ki, sadə bir... Altından da o biri koftadır, o da. Qara koftadır, bəli. İş üçün bu, yəni ki, istifadə edə bilərik belə. O da tullanqı bir malı, paltarıydı, muncuqlarını söktüm.
zərzibalı geyinmək istəyən xanımlar, yəni ki, belə dəyərləndirə bilərlər. Bir şey də deyim ki, məsələn, əgər çox da belə zərri, qaşlı, necə deyərlər, güllü çiçəkli geyinmək istəmirsinizsə də, heç altındakı geyimi belə dəyərləndirə bilmərsiniz. Çox sadə, yəni ki, adi üstü bu cür düzəldib, altını sadə bir şəklə. Ayrı koftaniyanda geymək olar, saya koftaniyanda. Belə də kim belə muncuqlu xoşlayırsa, muncuqlu geyinə bilər. Həm artıq sizin özünüz doyduğunuz, gözünüz yorulduğu paltar olmayacaq. Dəyişik formada bir müddət bu cür geydikdən sonra, burada da əl işidir. Mən elə gəlir ki, maşından, tikiş maşından istifadə ancaq ruşnoy, hamısı ruşnoy işləmir. Çünki burada yəni ki, elə bir məsləhətlər verməliyik ki, ola bilsin ki, hər xanımın evində də həm tikiş maşını yoxdur, həm də ki, elə bir şeylər var ki, heç onları bacarmır. Ən asan, yəni ki, burada biz bu demək deyil, Sərəncam xanımın da, Gülnara xanımın da, Şəlalənin də elə gözəl əl işləri var ki, yəni tamlığınla deyil, siz özünüz də öz zövqünüzə uyğun dəyərləndirə bilərsiniz. Çox gözəl, burada bir pencək var. Bu pencək də deyəsən əvvəllər çox sadə bir pencək olub. Hətta deyirəm, bu pencəyə bu üzərinə ağ muncuqlardan, qaşlardan işləmisiniz. İki cür, yəni ətəklə geyinmək də olar, yəni həm ağ ətəklə geyinmək olar, həm də ki, qara sadə bir ətəklə geyinmək olar. Alt koftasında qara ilə də geymək olar, ağla da geymək olar. Onun da muncuqları köhnə, deyək ki, əqqabıdan qalan muncuqlardır. Köhnə əqqabları yığmışam, toplamışam, düzəltmişəm güllər və kostyumun qırağına bəzəmişəm. Daha şık bir vəziyyətə gəlib, çıxıb. Əlinizə sağlıq, çox gözəl. Burada bir uzun hardasa, bax, belə bir köynək də var, hansı ki, indi çox dəbdədir bu köynəklər. Yəni, köynək donlar da adlandırılır. Yəni, sadə bir formadan hardasa bir neçə yerinə, məsəl üçün, pilələrlə, qaşlarla işləmişsiniz, doğrudan da çox gözəl olub. Çünki elə xanımlar var, qaranı sevmir. Sərəncam xanım, mən belə düşünürəm, bilmirəm, yoxsa mənim özümə gəlir. Elə bir ki, insanın biraz yaşı keçdikcə nəysə qara geyməyə xoşlamır. Şəxsən mən qara geyinməyə xoşlamıram. Ancaq biraz gənc yaşlarımda, biz hələ qocalmamışıq, sadəcə deyirəm. Yəni, gənc yaşlarımda qaraya o qədər üstünlük verirdim ki, elə bir qara rəng indi mənə pis təsir göstərir. Mən elə deməzdim. Mən deyərdim ki, məsələn, hər bir rəngin insanın bədənində görsənməyi var. Onda mənim əhval-ruhiyyəmlə bağlıdır. Ola bilər. Ola bilsin ki, siz o qədər, məsələn, yaşlı deyilsiniz, amma yaşlandıqca daha təravətlənirsiniz, daha da içinizdə gənclik hissi olduğu üçün qara rəngdən qaçırsınız. Al-əlvan rənglərə daha üstünlük verirəm. Siz niyə sonra düzəliş elədim? Çünki ard-arda iki veriliş mən qara geyinmişdim, əhval-ruhiyyəm də çox yaxşı idi. Yox, deyəsən, bu mənə elə gəlib, çox böyük bir səhvə yol verdim. Əla, əlinizə sağlıq Gülnara xanım. Gəlin, indi belə eləyək, sizin burada, Şəlalə, hördüyün qolbağı nə oldu? Hazır oldu? Bəli, hazırdır. Aha. Göstərək. Onun bağlama yeri bəs necə olur? Belə satılır, S formasında. Hazırdır, hə o? Bəli. Onlardan götürürük, bağlayırıq buradan belə. Bağladıqdan sonra artıq sonunda çıxarırıq, hə? Bəli. Çox gözəl, yəqin ki, onu saç üçün də istifadə eləmək olar, hə? Saçı da gözəl yığmaq olar, yəni ki, yetər ki, biz onu hörməyə bacaraq, hördükdən sonra artıq necə dəyərləndirərik. Orada yerdə rəngbərəng toxumusan, hə? Başqa nə hazırlamaq olar, bax, bu rezinlərdən? İndi, məsələn, sən qolbağı hazırladın, mən onu bir saç üçün, saçı yığmaq üçün də dəyərləndirdim. Başqa sep də olar. Aha, boyunbağda, üzükdə. Sıx toxunuşda olsa çanta da eləmək olar. Bəli. Gözəl çanta çıxar. Bazar üçün, o qırılmır rezindən, kartof, soğan almaq üçün çox gözəl çanta eləmək olar. Onda gərək çox sıx toxuyasan ki, çünki biraz ağırlıq yığdıqda sallanmasın. O sıx toxunsa çox uzanmayacaq da o. Siz artıq dəyərləndirdiniz. Çanta daha gözəl olar. Balaca yığcam əlində götürürsən, neçə kilo istəsən, yəqin ki, bir hardasa bir 10 kiloya qədər götürər o. Çox gözəl. Burada sizin gözəl bir çərçivəniz də var. İnsan baxdıqca doymur. Muncuqlardan hazırlanıb. İnandırım sizi, yəni vaxt olmayıb, yaxınlaşın, baxın. Çünki elə uzaqdan da insanı çəkir. Ha, məni çəkdi, yaxınlaşa bilmədim. Muncuqlardan hazırlamışsınız, hə, onu. Bəs orada necə, tikişdir, yoxsa... Yox, muncuqlarla. Yox, bildim. Yəni, muncuqları tikmisiniz, yoxsa yapışdırmışsınız? Əvvəl çəkmişsiniz? Bəli. Sonra yapışdırmışam. Bunun ən asan variantını bəs necə eləmək olar ki, məsələn, mən öz şəklimi
siz öz şəklinizi muncuqlardan tikməklə, əgər tikmək bacarırsınızsa, tikməklə də Bax, həmin o şəkli necə? Bayaq biz siz niyə görə soruşdum? Bayaq söylədiniz ki, haradasa bankanın üzərinə biz şəklimizi printerdən çıxarıb, yəni suya salıb çıxarda bilərik. Yəni bunu belə bir tabloya da etmək olarmı? Şəklinizi böyük, o ölçüdə printerdən çıxardırsınız, şəkili çərçivənin üstünə, çərçivəni hələ taxmamışdan öncə altlığı var da, onun fanerkası, onun üstünə şəklinizi kleylə yapışdırırsınız, tablo kimi dizinizin üstünə qoyursunuz, başlayırsınız onun üstünə muncuqlardan işləməyə. Əgər eləmək istəmirsinizsə, həmin o şəkli çərçivənin üstünə parçanı bərkidirsiniz, parçanı. Həmin şəkili də onun üstünə qoyub tikirsiniz. O kağız qalır onun altında, siz amma onu parçaya tikibsiniz. İllərdən o qalsın muncuqlu, tarixdə neçə il desəniz, fotokartina kimi evinizdə qalacaq. Çox gözəl. Bax, görürsünüz, yəni bu demək deyil ki, bir rəssam qabiliyyəti ilə əyləşəsiz, onu kağızın üzərinə çəkəsiz, sonra onu muncuqlar vasitəsilə bəzəyəsiz. Adi bir, yəni ki, şəkildə də edib, istədiyiniz formanı olsun, belə dipcək üzərin içərisində güllər olsun, öz portretiniz düzdür. Tam oxşada da bilməsək, ancaq tam oxşayacaq. Tam oxşayacaq, hə? Çünki o şəkili necə qoyursunuz, şəklin üstündə işləyirsiniz siz onu. Şəkili çıxartmırsınız. Necə var, o cizgilərlə səliqəli geçsəz, necə var elə də çıxır. Əl vurmazsınız, inanmaz ki, bu fotokartinadır, yoxsa rujur robotadır. Aha, çox gözəl. Yəni biz burada əl işlərini göstəririk, yəni siz də hazırlaya bilərsiniz. Ancaq dəyərləndirmək üçün olur ki, bizim ətrafımızda köhnəlmiş bir əşyalar olur. Sərəncan xanım bayaq gözəl bir fikir söylədi. Ancaq bu fikri biz kokteyli hazırlayandan sonra alacağıq. Yəqin unutmuşsunuz hansı fikir idi? Unutmamışam. Evdə məsələn, mətbəxdə xaladenik əgər köhnəlirsə. Ancaq üzr istəyirəm, kokteylimizi keçək hazırlamaq. Ancaq bugün kokteyli mən hazırlamayacağım, ustamız hazırlayacaq. İzləyək, sonra isə davam edərik. Salam tacirə, sabahınız xeyirli, gününüz uğurlu keçsin. Bugün Başkənd kokteyli hazırlayırıq. Kokteylimiz üçün lazım olan ərzaqlar və hazırlanması qaydası haqqında isə baristamız danışacaq. Buyur Aydın, söz səndədir. Mən də öz növbəmdə bütün tamaşaçılarımızı salamlayıram və xanımın da qeyd etdiyi kimi bugün Başkənd kokteylinin hazırlanmasını sizə göstərəcəm və birlikdə Başkənd kokteyli hazırlayacaq. Bunun üçün isə bizə lazım olan ləvazimatlar 150 qram banan, 100 milli süd, 20 qram bal və 70 qram isə yoğurt lazımdır. Hazırlama qaydasına keçək. Əvvəlcə bananı götürürük. Blenderdə daha rahat həll olması üçün doğrayırıq və sonra doğradıqlarımızı blenderə əlavə edirik. Banandan sonra isə bayaq da qeyd etdiyimiz kimi 100 milli süd. Sonra isə yoğurdumuzu əlavə edirik. 20 qram balı əlavə edirik və sonunda kokteylə ən əsas dad verməsi üçün banan sirapını əlavə edirik. Və kokteylimizə son toxunuşu da edirik və artıq təqdimatı hazırdır. Kokteylimiz nuş olsun. Bəli, əziz tamaşaçılarımız, kokteylimiz hazırdır. İndi isə sıra dadmaqdadır. Həqiqətən də Başkənd kokteyli adına layiqdir. Əziz tamaşaçılar, ümid edirik ki, siz də dadacaqsınız və xoşunuza gələcək. Bugün isə bizdən bu qədər. Tacirə, söz sənindir. Çox sağ ol Mədinə, bu arada da nuş olsun, yəni artıq gedib hazırlayıb özün içməyə başlamısan, düzdür əziyyət çəkirsən, ancaq burada biz də varıq, biz də fikirləşmək lazımdır. Təşəkkürlər. Aha Sərəncam xanım, soyuducuda qalmışdıq ki, hansı ki indi bəzi evlərdə xanımların soyuducusu hardasa biraz o köhnədən qalmış soyuducular olur, çox gözəl işlədiyinə görə, yəni dəyişmək istəmirlər. Ancaq xarici görkəminə baxırsan ki, artıq biraz köhnəlib və
göz yorur. Onu necə dəyişmək olar? Onu əvvəlcə əgər paslanıbsa, daha da köynə nimdaş olubsa, onu da yenə səmərləndirmək olar. Əvvəlcə onu şlifovka eləyib kraskalayırlar, tam bir rəngdə kraskaladıqdan sonra... Yenə bizim mətbəxdə istifadə etdiyimiz süngər vasitəsilə, yoxsa... Süngər vasitəsilə onu pasını götürürsünüz. Sonra onun üstünə o pasa qarşı olan laklardan, kraskalardan istifadə olunur. Onlardan sonra üstünə hansı şəkli istəsəniz yenə. Hansı şəkli istəsəniz, öz zövqünüzə uyğun. İstəyirsiniz lalə şəkilləri, qızılgül şəkilləri, onlar hazır satılır. Onları götürüb eləyə bilərsiniz. Əgər hazır yoxdursa, yenə də xoşunuza gələn evdə hər hansı bir köynədən qalmış şəkliniz varsa, onlardan da istifadə eləyə bilərsiniz. Yenə də onu kraskalayırsınız, əvvəlcə yapışdırırsınız kleydən. Sonra üstünü ayrıca lakla laklayırsınız, o orada qalır. Üzr istəyirəm. Deməli, soyuducuna əvvəlcə əgər paslanıbsa, onu süngər vasitəsilə yaxşı sürtürük. Sonra pasa qarşı hansısa bir boyadan istifadə edirik. Boyanı istifadə elədikdən sonra yapışqandan, yoxsa hər hansısa bir boyadan? Yox, adi peva kleyindən. Adi, həmin boyadan yapışqandan istifadə edərək, yəni yapışqanı çəkirik, şəkli vururuq. Şəkli suluyuruq. Suluyub vurmaq lazımdır. Polietilen salafanın üstündə olsun ki, o düz düşməlidir. Sonra onu yapışdırırıq əlimizlə sığalaya düz, polietileni sonra çıxardırıq, şəkil necə var elə də yapışır üstünə. Çox. Tam quruduqdan sonra lak vururuq. Lakı vururuq, artıq bu da ömürlük, gözəl bir qablarına da eləmək olur onu. Şəkildə qalır. Çox sağ olun. Yəni, mətbəxlə bağlı məsləhətlərimiz davam edəcək, ancaq fasiləyə getməliyik. Fasilədən qayıtdıqdan sonra. Çox sağ olun, təşəkkür eləyirəm. Deməli, məsləhətlərimiz qalmışdı mətbəxdə, mətbəxlə bağlı, mətbəxdəki əşyaları yeniləməklə bağlı, təmizliyinə baxmaqla bağlı mövzumuz davam edəcək. Ancaq mən istəyirəm sponsorumuzu təqdim edim. Çünki əgər biz ətrafımızı gözəl görmək istəyiriksə, gərək mütləq şəkildə özümüz də gözəl olaq. İstər işə getdikdə, istər evdə olduqda, istər xörək hazırladıqda xanım həmişə gərək baxımlı olsun. Baxımlı olmaq üçünsə həmişə xüsusi gözəl vasitələr axtarırıq. Ancaq axtarmağa daha ehtiyac yoxdur, çünki o vasitələr özü sizi axtarıb tapıb. Polşa istehsalı olan bax bu Farmona kosmetik məhsullarının Azərbaycanda rəsmi distributoru AMC şirkətidir. Bəs tərkibində nələr var, nələr yoxdur ki, ən əsas problemlərimizdən biri olan saç tökülməsinə qarşı olan vasitələr. Bax bunun üçün həm şampunlar, həm də ampulalar var. Kəpəkli saçlar, quru saçlar, yağlı saçlar üçün xüsusi bitki tərkibli şampunlar, üzü dərindən təmizləmək üçün toniklər, gözaltı, üzdə, əldə olan qırışları aradan qaldırmaq üçün kremlər, ayaqda olan pis qoxuları aradan qaldırmaq üçün çox gözəl, yəni ki, keyfiyyətli kremlər var. Masajda əgər sizin bədəninizdə hər hansısa bir piylənmə varsa, masaja gedirsinizsə, bax burada elə gözəl krem vasitələri var ki, alıb aparıb onunla masaj oluna bilərsiniz və keyfiyyətində çox bir zamanda görəcəksiniz, çox tez bir zamanda görəcəksiniz. Və əlaqə saxlamaq üçün, sifariş etmək üçün, daha çox məlumat almaq üçünsə bu nömrələrlə əlaqə saxlaya bilərsiniz. 055 671 67 54 070 244 08 15 022 255 14 11 Azərbaycanın bütün bölgələrinə çatdırılır və çatdırılması da pulsuzdur. Xanımlarımız çox gözəl məsləhətlər verdi, çox gözəl dəyərləndirdi ki, bizim ətrafımızda köhnə olan əşyaları necə yeniləşdirə bilərik, necə
istifadə edə bilərik. Mən də istəyirəm bir xanım olaraq bir-iki məsləhət verim. Çünki bax bu gözəl aksesuarlardan istifadə eləyirik. Dolabların qapısını açırıq, örtürük, soyuducudan istifadə eləyirik. Baxırıq ki, evimizə bir qonaq gələcək, əlimizin altında da təmizləyici vasitələrdən heç biri yoxdur. Onda tez bir zamanda mən bilirəm ki, hər kəsin soyuducusunda limon olur. Limonu götürürsünüz, onu hansısa bir istifadə edəcəyiniz parçanın üzərinə sıxırsınız və dolablarınızı, soyuducunuzun üzərini təmizləyirsiniz. Görəcəksiniz ki, həmin yuyucu vasitələrin verdiyi keyfiyyəti əldə edəcəksiniz. Bu yay bir şey də tapmışam, Sərancan xanım. İnandırım sizi, mən də sevirəm banka bağlamağı, yəqin bütün xanımlar bunu sevir. Ancaq bir çətinlik çəkdiyim məqam var idi. İndi bu mürəbbələri qoyaq kənara, hansı ki badımcandan ikralar hazırlayırıq. Ondan sonra bəzi leçolardan və s. banka üçün konservatlar hazırlayırıq. O qədər çətinlik çəkirdim onları həmin bankalara doldurmağa. Ət çəkən maşının ağzını götürürük, bankanın ağzına qoyuruq və qaşıqla yavaş-yavaş doldururuq. Nə əlimizdə bankanı saxlayırıq, əlimiz yanır, nə də bankanın ətrafı, kənarı heç bulanmır. Çox asan bir variant, inandırım. Hər bankadan sonra əllərim yanıq-yanıq olardı. Çox gözəl məsləhətdir. Belə, yəni bir neçə məsləhəti mən verdim bir xanım olaraq. İndi Şəlalənin hələ ki mətbəxdə yəqin təcrübəsi çox azdır. Çünki boş vaxtlarında da gözəl aksesuarlar hazırlayır. Siz hazırlıqlı olun, zəhmət olmasa bir neçə yəqin ki sizdə də özəl bir, xüsusi bir məsləhətlər var ki xanımlara verəcəksiniz. Şəlalə, başqa hansı aksesuarları hazırlayırsan? Bax, indi burada qolbağını göstərdik. Mən fikirləşirəm ki, yəqin tamaşaçılarımız tamlığı ilə onu hörmət qaydasını gördü, yəni nəzərdən qaçırmadılar. Həmin bu rezinlərdən təhmi aksesuarlar hazırlayırsan, mən bilirəm ki, deyil. Çünki sənin əl işin olan bankanı mən göstərdim. Bir də elə yadıma düşmüşkən, sən özün də adi bir artıq içilib boşalmış butulkalardan çox gözəl aksesuarlar hazırlayırsan ki, bizim burada bax, efirimizdə də özümüzün dekorasiyamızda da var. Sərancan xanımın hazırladığı da var. Sərancan xanım, bu şüşəyə baxan kimi, yəni baxırsan ki, bax, adi belə götürəsən, üzüm sirkəsi saxlamaq olar. Necə gözəl görsənər, aldın, boşaltdın və ya çaxır saxlamaq olar. Burada nə var ki? Saxlamaq yox, stolda otqanda, qonaqlıq olanda çox gözəl effekt verir. O stola bir yaraşıq verir. Bir qonaqlıqlarda, bir ziyafətlərdə çaxırı onun içinə boşaldıb ondan süzüb içirsiniz. Çox xarab olmur, o sonra boşaldıqdan sonra bir də gələn səfər yenə qonaqlıqda istifadə edirsən. Dəqiq, hə? Bəli. Dəqiq deyirsiniz də. Hə, çox gözəldir, mən də baxıram. O yanınızdakı, onun yanındakı. Yox, hələ keçməyək, gözəllikdən əlavə valeh oldum. Hə, nə olsun? Bunu hazırlamaq söhbəti var. Elə nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım. Əlimi alıram, baxıram ki, gözəldir. Siz masa deyən kimi artıq gözümün qabağına o masa gəldi. Hardasa masanı bəzədikdən sonra istəyirik ki, boşqabın içərisindəki yeməklərə dizayn verək, ya salfetlərlə bəzəməyə çalışırıq. Ancaq doğrudan da sadə bir masa açdıq, bunu da qoyduq üzərinə. Onun gözəlliyi nə qədər desən, bəli. Bəh. Sərancan xanım bunun hazırlanma, bu şüşənin adi bir, elə deyəsən çaxır şüşəsidir, heç yanılmamışam. Adi bir, bax, yəni qapağı da elə özününküdür. Bu demək deyil ki, çaxır qoya bilərsən. Adi bir necə şirələrdən də istifadə edə bilərsiniz. İndi biz çaxır dedik, mən üzüm gördüyümə görə çaxır dedim. Mən onu çaxır üçün istəmişəm. Şirələrdən də istifadə edə bilərsiniz və masaya xüsusi gözəllik verəcək. Bax, gördüyünüz kimi biz hər zaman bu gözəllikləri görürük, sevirik gözəllikləri və gözümüzlə gördüyümüz hər bir gözəlliyi çalışırıq ki, çəkək, sizə də göstərək. Ona görə də insana gözəl əhval ruhiyyə verən çiçəklərə, sağlamlığına təsir göstərən bitkilərə, ağaclara necə düzgün qulluq etmək lazımdırsa, Bağban rubrikasında mütəxəssislərin fikrini alacağıq. Deyirəm, indi isə keçək bizim Bağban rubrikasına.
Salam dəyərli Taço tamaşaçıları, sabahınız xeyirli, gününüz uğurlu olsun. Efirdə Taçonun Bağban rubrikasını izləyirsiniz. Artıq bu gündən etibarən hər həftənin şənbə günü mən Mədinənin təqdimatında izləyəcəyiniz Bağban rubrikasında mütəxəssislərimizlə birlikdə sizlərə bitkilər haqqında ümumi məlumat və sizlərin işinizə yarayacaq dəyərli məsləhətlər verməyə çalışacaq. Elə hal-hazırda dayandığımız yerin sahibkarı Nizam bəy də bizə bugün belə deyərdim ki, bizə rəhbərlik edəcək və bitkilər haqqında bizə ətraflı məlumat verəcək. Salam Nizam bəy, necəsiz? Sağ olun, şükür Allah. Qeyd edək ki, ilk öncə sizi tanıdıq tamaşaçılarımıza. Nizam bəy hal-hazırda dayandığımız bu sahənin Passiflora sahəsinin sahibkarıdır və bizə bugün bitkilər haqqında məlumat verəcək. Yanında dayandığınız ilk ilə bu ağac haqqında məlumat verək. İtaliyadan gəlir. Yəni bu bizim iqlimə çox dayanıqlıdır. Ona görə burada. Yəni quraqlıq sevən bitkilərdən. Bəli, bəli. Burada nə görürsünüz? Bu iqlimə tam uyğun olaraq. Qeyd edək ki, əziz tamaşaçılar, şam ağaclarının məlum olan 115-dən çox növ var və biz bugün bir neçə növ haqqında sizə məlumat verəcəyik və ilk olaraq elə bu növündən başladıq. Bu bitkilər yəni çoxalması necə olur? Yəni daha çox şam ağacları qozalarla çoxalır. Bizdə hələlik yoxdur. Bu ancaq İtaliyadan gəlir. Yəni bu formada yetişdirmək mümkün deyil burada. Azərbaycanda hələ münbit şərait yaranmayıb da. Bu ancaq İtaliyadan gətirilir. Qozalı yoxsa tumurcuqlu ümumiyyətlə ağaclardır? Bunlar çox növü var. Bunda başqa növü də Abies normandi gedir. Məsələn bu Pinus gedir, onlar Pinus gedir. Şam ağacları ümumiyyətcə quraqlığa davamlı olurlar, amma bu o demək deyil ki, onlara su vermək lazım deyil. Ağacların gündəlik su qəbul norması nə qədər olmalıdır? 2 gündən bir sulanır. Qışda həftədə heç olmasa bir dəfə yaxşı sulanmalıdır. Mən də onu qeyd etmək istəyirəm ki, bu ağaclar həmişə yaşıl ağaclar olduqlarına görə daha çox istifadə olunur. Çünki mövsümündən asılı olmayaraq daima oksigen qazını xaric edir və karbon qazınıdır. Bu da bilirsiniz ki, oksigen insan həyatında çox önəmli faktordur. Və bundan əlavə, yəni dəqiq məlumat olmasa da, yəni mənim bildiyim qədərilə bəzi açıq yaraların sağaldılması üçün istifadə olunan preparatların tərkibində də məhz bu şam ağaclarının iynə yarpaqlarından istifadə olur və yaxud da böyrək xəstəlikləri üçün hazırlanan preparatların tərkibində olur. Nizam müəllim, mən buradan çox diqqətimi çəkən oldu ki, üst hissələri açıq rəngdə olsa da, alt hissələri tünd rəngdədir. Bunun səbəbi nədir? Bunlar yetişmə ərəfəsindədir deyənə. Bunlar məsəl üçün qışda hamısı bu rəng olacaq, gümüşü rəng. Soyuqla əlaqəli olaraq. Bunlar nə qədər soyuq olanda bunlar gümüşü rəng alır. Görünüşcə çox fərqli olan, yəqin ki, daha çox dekorativ ağac kimi istifadə olunur bu ağac. Yəni gördüyünüz kimi əziz tamaşaçılar, yəni burada əsas gövdədir və budaqları aşağıya doğru sallanır. Bu bitki haqqında nə demək istəyirsiniz? Məlumat verərsiniz. Bu da iynə yarpaqlı ağacdır. Bu formasıdır da bunun. Bir var ki, bunların piramidallı forması, bir də var ki, bu forması. Bitkilər də iynə yarpaqlı yəqin ki, bitkilər. Konika növüdür. Bu da gec böyüyəndir. Neçə illik ağacdır elə bunun özü? Bu qədər də 7-8 il var. 7-8 il ağac. Yəni bu da ilə çox iynə yarpaqlar ümumiyyətlə çox gec böyüyür. Bəli. Bu ağacları əkən, bunlar maraq duyan insanlar daha çox ağacların belə deyək, xəstələnməyindən şikayət edirlər. Bir çox ağacların gövdəsində şirə kimi maddələr olur. Yəni şam ağaclarında necə rast gəlinir belə? Ümumiyyətlə görə ağaca qulluq lazım. Ağaca nə qədər məsələn 6 aydan bir dərmanını vermək lazımdır. Ona qarşı məsələn şirələnməyə qarşı 6 aydan bir, heç olmasa 1 ildən bir püskürmə yolu ilə dərman verməlisən yarpaqlarına ki, xəstəlik tutmasın. Bu ağac da fərqli görüntüyə malikdir, amma bu digər ağaclara nisbətən, digər şamlara nisbətən bu daha yumşaqdır. Yəni iynələr o qədər də batan bir ağac deyil. Soyuğa çox davamlı deyil. Yəni 10 dərəcə, 15 dərəcə dözür. Bu stvol üstündədir.
Amma bunun yerlə olanı da var. Sarmaşıq kimi olur. Bəli, sarmaşıq yox, yerlə belə. Bəli, aşı bəli. Bu amma stvollandır. Bunların da üzərində yəqin ki, bu tumurcuqlarıdır, bu da onun Bu da şam çoxalmasına. ağacının bir növüdür də. Sadəcə olaraq bunu stvol üstündə yetişdiriblər. Yəni zəhmət tələb edən ağacdır. Bu da elə heç olmasa bu ağacın özünün 5-6 il yaşı var. Bəs bu tək bu ağac yox, ümumiyyətcə bayaqdan sadaladığımız bütün şam ağaclarının fərqli növləri, budanması necə? Bu ağaclar budanmır. Amma bu götürək ki, bu leylandıra, görürsünüz bu budanmalıdır. Bəli, 3 aydan bir bu forma saxlamaq üçün budanmalıdır. Amma o ağaclar olsun, pinuslar olsun, kremlovski yorkalar olsun, onlar budanmır. Amma bu görürsünüz ki, məsələn, buna pompon deyirlər. Bu da görürsünüz, bunlar budanmalıdır ki, şar formasını almaq üçün. Yəni bəzi tez-tez görürük ki, ağaclardan müxtəlif növdə, nə bilim, heyvan fiqurları və yaxud da müxtəlif şəkildə vurmaq. Amma görürsünüz ki, bu ağaclar var da formalı. Yəni bunlardan forma vermək olur. Bəli, bəli. Bu hökmə görə budanmalıdır. Arxada daha uzun iynə yarpaqları olan bir növ var, bu bitki. Yəni bunlar da gövdəsi uzun və tam yuxarıdan şaxələnən bir ağacdır. Ağaclardır. Onda da görürsünüz ki, tikanlı yarpaqlardır. Uzun ömürlü olurlar adətən, yəni şam ağacları. Göz böyüyən də onlardır. Təxmini neçə illik ağacdır? Bax, məsələn, götürək o ağacın məsələn, bir 15 il, 15 yaşı var. 15 il zəhmət tələb edir. Pinusun bir növüdür. Amma üstündə görürsünüz qozaları var. Yəni qozalar yetişdikdən sonra çatlayır və toxumu səpələnir, elə deyil. Toxum da götürmək olar. İndi biz yəni ki, görüntü olaraq. Bəli, görüntü olaraq saxlamışıq ki, görsən biz xoşu gəlir ki, bu formada olsun. Yəni bunlar belə olduqdan sonra mı açılır? Bəli, açılır. Çünki aşağıda olanlar var, tam açılmış forması və rəngi dəyişirmi, yoxsa ağ rəng altda mı qalır? Məsələn, yeni inkişaf gedəndə bu rəngi alır. Görürsünüz? Yeni tumurcuq dayanında belə deyək. Yeni tumurcuqlar alır. Bu qozalar vasitəsilə amma çoxalır da, yəni siz bundan istifadə eləmirsiniz. Yerində qalır deyənə, bunlar görürsünüz buradan artır. Bunlar da get böyüyən ağaclardır. İstisevər bitkilərdirlər, yoxsa soyuğa dözümlü? Biz gətirdiyimiz ağaclar tam bu Azərbaycana uyğun şəraitdə gətirilir. Məsələn, elə ağaclar var ki, biz onu gətirmirik. Çünki o burada yaşamağı çox tez məhv olurlar, sıradan çıxır. Bu ağaclar belədir ki, ancaq gərək ya səhər tezdən sulanmalıdır, ya da ki, axşam 7-dən sonra, yay vaxtları. Amma qışda həftədə 2 dəfə sulamaq məsləhətdir. Səhər tezdəndən və axşam bir çox insanlar şikayət edirlər ki, bitkiləri tez yanır. Bunun da səbəbi kimi göstərirlər ki, gün vaxtı sulanır. Çox vaxtı görürsünüz, məsələn, bu ağacı var. Bu ümumiyyətlə suyu çox da sevmir. 2 gündən bir, 3 gündən bir çox su verəndə bu saralma gedir bunda. Ümumiyyətlə, məsələn, bu vaxtı, gün vaxtı ona su verərsən üstünə, tamamilə yanar. Bunu özünüz budayıb bu şəkil salmısınız, yoxsa özü bu şəkildə? Sonra bax, məsəl üçün deyək, artım gedir də bunlarda. İstəmirsənsə formasını itirsin, budamalısın. Eyni bitkidirlər, lakin onlar dairəvi şəkildə, bu dörtgün şəkildədir. Bəli, əziz tamaşaçılar, bugün Nizam bəyin sayəsində biz artıq şam ağacının müxtəlif növləri haqqında məlumat əldə etdik. Eləsə də öz təşəkkürümüzü bildiririk ki, bizə tamaşaçılarımıza dəyərli məsləhətlərinizi verdiniz və məlumatları bildirdiniz. Əgər sizə dəyərli məsləhətlər və məlumatlar verə bildiksə, gələn həftənin şənbə günü eyni zamanda, eyni məkanda izlənlərik. Hələlik.
Təşəkkür eləyirəm Mədinə, çox gözəl. İndi çox insanın həyəti kiçik olduğuna görə meyvə ağaclarına deyil, dekorativ ağaclara daha çox üstünlük verir. Ancaq bir də görürsən, gedib alıb gətiririk, ona necə qulluq etmək lazımdır, ona necə baxmaq lazımdır, bilmirik. Elə alıb gətirdikdən sonra bildiyimiz qədər qulluq eləyirik, bir də görürük ki, sonunda soldu, xarab oldu, o da bir canlıdır, heç kim yəqin ki bunu istəməz. Ona görə də bu bağban rubrikası da yerinə düşür ki, maraqlandıran tamaşaçılarımız buradan dəyərli, yəqin ki, məsləhətlər alacaq. Təşəkkürlər. Sərəncam xanım, biz qalmışdıq şüşələrdə. Muncuqlarla hazırlanmış şüşədir. O muncuqları toxumaq biraz düzdür, çətindir. Yəni, hər bir insan mənə elə gəlir ki, bacararıq, sadəcə yolunu bilmək lazımdır. Ancaq ən asan variantı bir şüşə də var əlimdə. Görkəmi heç də o muncuqla hazırlanmış şüşənin görkəmindən geri qalmır. Ancaq siz söylədiniz ki, bunu nədən, necə hazırlamışsınız? Çünki mən fikirləşirəm ki, bunu hazırlamaq daha asan olacaq. Bu adi şüşədir. Məsələn, biraz sığallı şüşə olmalıdır. Heç bir üstündə şəkili olmasın. Adi çaxır şüşələridir, yaxud sirkə şüşəsidir. Ağzının qapağı da olmalıdır. Onu götürürsən, bu evdə köhnəlmiş, tam nimdaş olmuş koftalar varsa, şalvar varsa, uşaqların rituzları varsa, kalqotkaları varsa, onları kəsirik. Bu ölçüdən bir tutalım ki, məsələn, bu 3-dən 20 santıdırsa, misal üçün, biz 30 santimetr götürürük. 10 santı artıq götürürük. Yəni, 3-dən birindən artıq götürməliyik. Götürdükdən sonra onu adi kleydir. Kleylə kraska qarışdırırıq. Bu, həmin o kalqotkanı mı deyim, qolu mu deyim, biraz boş material olmadan. İstifadə edəcəyimiz materialı salırıq bir qabın içində ona. Forma verib həmin o putulkanın üzərinə geyindiririk. 1-2 gün müddətində o tam quruyur, ağac kimi olur. İstəsəz onu qırmağa heç qıra da bilməzsiniz. Yerə düşsə də o qırılmaz. Qırılası deyil, hə? Qırılası deyil. Üstünə də onun farfardan düzəldirsiniz. Məsələn, üzüm, mən indi çaxır üçün onu yenə düzəltmişəm. Hər il bizdə Gəncədə üzüm festivalı olduğuna görə festival üçün belə işləri hazırlayıram. Festival üçün hazırlamışsınız. Ona görə mən ona üzüm, məsələn, farfırdan üzüm işləyib, üzüm yarpaqlarından qoymuşam. Üstü də vitraj kraskasıdır. Kraska ilə nə istəsəz, şəkil çəkə bilərsiniz. Və bizim simvolumuz olan butalar. Bizim butaları çəkmişəm, bəli. Çox gözəldir. Sonra da üstünə istəyirsiniz qızılı rəngdə, istəyirsiniz, məsələn, gümüşü rəngdə zər edirsiniz ki, daha qəşəng. Artıq bu zövqə bağlıdır. Bəli, zövqə bağlıdır. Çox gözəldir. Bir də siz bu gözəl, necə deyərlər, üzümdürmü, sonra başqa hansı ki, meyvələrdir, tərəvəzlərdir. Mən keçən fəsildən demişsiniz ki, çiçəkləri, dipçəkləri şirin xəmirlərdən hazırlayırsınız. Şirin xəmirlərdən də farfırdan da hazırlayıram. Şirin xəmirdə olur, onu tort üçün hazırlayıram. Duzlu xəmirlər olanda kartinalar üçün eləyirsən. Məsələn, çörək elə gedən bərəkət rəmzi olaraq evindən askınan. O çörək illərlə xarab olmur. Elə bilirsiniz ki, kuxlanızda onu o qədər gözəl belə yumurtanın sarısı rəngdə rəngləyirsiniz. Bizim Gəncə çörəyi vidində çəngəllərlə batırırsınız. Necə var, elə qurudub asırsınız. İnandırırım sizi, mətbəxə gələn adam inana bilmir ki, bu həqiqi çörəkdir, yoxsa düzəlmə çörəkdir. Duzlu xəmir deyəndə? Duzlu xəmir deyəndə, məsələn, onun porsiyası var. Bir var qrubu işlər üçün görülən xəmir, bir var çox incə işlər üçün görülən xəmirlər. O adi undu, duzlu sudur. Adi xəmir düzəldirik, porsiyalarını baxır, nə düzəldəcəksən onun porsiyasından. İstədiyin şəkli alıb, elə adi xəmirdir. Elə bilin ki, təndirə çörək yapırsınız. Düzəltdiniz çörək vidində, çəngəlləyirsiniz. Biraz qıraqlarını da pişmiş formada eləyirsiniz. Kakaodan biraz çörəyin qıraqlarını eləyirsiniz ki, qızarıbdır təndirdə. Üstünü adi rəngdən, sarı köklə, başqa rəngləri də qatışdırırsınız. Biraz karışdırıb kakao ilə sarı kökü, təndir çörək rəngində eləyirsiniz. Bir həftəyə, 3 günə tam quruduqdan sonra əvvəlcə deşiyini yerini də qoyursunuz, mətbəxinizdən asırsınız. Bu mətbəxdə ona heç nə cücü yığılmır, nə qarışqamı, nə başqa şeylərmi, illərlə orada qalır.
nə Bu verilişdən qırılmaz. sonra Sərəncam xanım, üzr istəyirəm, sözünüzü balla kəsirəm. Bu verilişdən sonra yəqin ki, bizim tamaşaçılarımız sizdən daha əl çəkəs deyirlər. Çünki bax bunları canlı hazırlamağı istəyəcəklər. Çünki biri var İstəsəniz mən göstərə İnşallah, bilərəm yəni onu. bugün elə birinci təqdimat idi. Hardasa verilişin, hansı ki şənbə günləri siz izləyəcəksiniz həmin verilişin formatını və hazırlanması çox asan olan bəzi əşyaları göstərdik. Bax, adicə belə götürək, corab çantası doğrudan da mənim ən çox ilişib qaldığım bir əşya oldu. O hansı ki kosmetikaları yığmaq üçün çanta var idi. Yəni çox məndə maraq oyatdı. Yəni bunları hazırlamaqda belə götürəndə çox asandır, hazırlaya bilərsiniz. Bu da bir aksesuar da mənim diqqətimi çəkdi. Gizlətmisiniz. Gizlənmişdi orada. Aha, boşqabın arxasında. Bunu necə hazırlamışsınız? Çox gözəldir. Yəni bunu bir aksesuar kimi hara qoydunuz? Bugün elə mənim geyimimlə çox uyğundur. Bilsən verilişin əvvəlindən belə dayanardım. Onu aksesuar kimi məsələn ayaqqabı şkafının qabağına asmaq olar. Ayaqqabı şkafının məsələn açar yerindən asmaq olar. Otağa girəndə məsələn koridorda ayaqqabı şkaflarımız olur da qoymağa. Belə onun kimi bir suvenir kimi asmaq olar. Gör nə gözəldir. Məsəl üçün hansısa dolabda bizim ayaqqabılarımız varsa, inandırım sizi bir də görsün, mən özümdən götürəm. Bağlı olanda bilmirsən. Fikri gəlirəm, ya tələsirəm, deyirəm ki, mənim o dolabdan ayaqqabımı verin, ya rəfiqəm olur. Harda, bütün dolabların qapısı açılır, əl ləkələri də qalır. Elə bu açılanda özü görəcəkdir ki, soruşmağa ehtiyac olmayacaq. Düşüncə lazımdır ki, bu aksesuar asılıbsa, deməli, ayaqqabı dolabı, bax, oradadır. Çox sağ olun, əlinizə sağlıq, çox gözəl. Bax, Günlarə xanım, gözəl geyimlər bizə burada göstərdiniz ki, hansı ki dəyərləndirmək olar, onları dəyişmək olar. Bir adi, sadə bir paltarı necə bir gecə geyiminə çevirmək olar. Bizim əlimizin altında olan lazımsız əşyaları, yəni heç daha istifadə etmirik. Həmin əşyaları necə gözəl şəkildə çəkib, istifadəyə də gətirib, istifadəsini də dəyərləndirməyə Sərəncam xanım söylədiniz. Çox sağ ol Şəlalə, doğrudan da çox gözəl, yenə deyirəm, biz hər zaman hər şeyi uşaqlarımız üçün eləyirik, onlar üçün, onlar da rəngarəngliyi sevirlər. Bax, sənin hazırladığın bu qolbağların da doğrudan da xüsusi yeri olacaq, yəqin valideynləri. İndi qalxıb haradasa çox az bir məbləğ ödəyərək, belə bir boyunbağı, sonra qolbağı, üzük hazırlayıb öz uşaqlarının, evladlarının könlünü xoş edəcək. Təşəkkür edirəm, çox sağ olun. Sonda yenə unutmayın, gözəllik sevən bütün tamaşaçılarımız, gedin Farmona kosmetik firmasından olan bax bu kosmetikalardan alın. Fəsil dəyişdikcə saçımız tökülməyə başlayır. Bu saç tökülməsinin qarşısını almaq üçün şampunlar, ampulalar var. Yağlı saçlar, quru saçlar, kəpəkli saçlar üçün bitki tərkibli şampunlar var. Üzü dərindən təmizləmək üçün, üzdə o yaranan qırışları, gözaltı qırışları, əl qırışlarını aradan qaldırmaq üçün xüsusi müalicəvi gözəl kremlər var. Ayaqdan gələn pis qoxunu aradan qaldırmaq üçün xüsusi vasitələr var. Sonra masaj etdirmək istəyirsinizsə, arıqlamaq üçün xüsusi bax vasitələr var ki, Farmona kosmetik firmasında cəmləşib. Və əlavə məlumat almaq, sifariş etmək üçünsə siz bu nömrələrlə əlaqə saxlaya bilərsiniz. 055 671 67 54 070 244 08 15 022 255 14 11 Polşa istehsalı olan Farmona kosmetik məhsullarının Azərbaycandakı distributoru isə AMS şirkətidir. Azərbaycanın bütün bölgələrinə çatdırılır və çatdırılması pulsuzdur. Gedin, alın. Gözəl də qalın. Belə, bugünlük isə bu qədər yox. Bu həftəlik isə bu qədər. İnşallah sabah istirahət edəcəyik, ancaq darıxacağıq. İnşallah bazar ertəsi eyni əhval ruhiyyə ilə biz sizi görəndə, biz sizə neysə bir şey çatdıranda, biz verilişdə olanda bütün yorğunluğumuz gedir. Bazar ertəsi görüşənə qədər. Bugünlük isə sağ olun.